Oğlan uşağını tərbiyə edəndə inamla tərbiyələndir. İnan ona. İş tapışanda deyir, mən bilirəm bacaracaqsan. Biz kişisən, yaxşı olacaq, bacaracaqsan. Qız uşağına dəstək ol. Kişi indi təhlükə varsa indi qorumalıdır. İndi cavab verməlidir. İndi ovu gətirməlidirsə, ova çıxmalıdırsa bu bunu təmin edir. Emosiyalar qalxıb beyni örtmək şansı çox böyükdür. Və artıq işdən keçəndən sonra hamısı ki sakitləşir. Mən neynədim, əşinə. Və hardasa orada şuuraltı bir məfhum da var ki, qadına mənim üçün keçərlər. Amma kişi bunu deyə bilmir. Kişi üçün bunu keçmək biraz çətin olur. Kişi dedi, etdi, artıq sərtləşmə gedir orada və s. Bizə birinci elə gəlir ki, uşaqlar çox naif, səmimi və şirin varlıqlardır. Əksinə isə uşaqlar çox qəşəng manipulyatordur. Valideynlərini çox qəşəng idarə edə bilirlər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh. Əziz dostlar, qardaşlar, bu gün çox maraqlı bir mövzu ilə gəlmişik. Psixologiya barəsində. İnsan psixologiyası nədir və psixoloji problemlərin həlli. Bu gün ekspertlərimiz, qonaqlarımızdır. Sağdan başlayaq. Özünüzü təqdim edərdiniz. Salamünaleyküm. Adım Süleyman Məmmədzadə. EMDR terapevtam, klinik psixoloqam. EMDR Avropanı, Azərbaycanda EMDR sahəsində təmsil edirəm. Həm də eyni vaxtda konsultant, supervizoram. Gözəl. İkinci qonağımız. Buyurun. Mən Murad Akifsoy, 10 ildir uşaq və yetmə psixoloq olaraq işləyirəm. Əsasən tam ailələr, natam ailələr və eyni zamanda ailəsi olmayan uşaqlarla bərabər işləyirik. Çox maraqlıdır, gözəl. Əla. Ümumiyyətlə, buradan qeyd etmək istəyirəm ki, hər bir psixoloqumuz sosial şəbəkələrdə aktivdir. Onlar barədə daha çox məlumat ala bilərsiniz. Keçək birbaşa mövzuya. Biz həm kişilərdə, həm qadınlarda, həm uşaqlarda psixologiya fərqlidir. Biz ondan danışacağıq. Amma uğurlu insanın psixologiyası elədir ki, o hər bir uğursuzluqdan bir fürsət görür. Uğursuz insanın psixologiyası elədir ki, o hər bir belə deyək də fürsətdə uğursuzluq görür. Biz indi anlamaq istəyirik ki, ümumiyyətlə insan psixologiyası necə işləyir və kişidə, qadında və uşaqlarda nə kimi fərqliliklər var? Süleyman bəy. Mən belə deyək, biraz travmaterapiya tərəfindən yanaşacağam. Çünki ixtisasımız hardasa ona tərəf daha çox meylənib. Kişi və qadın psixologiyası sözsüz ki, fərqlənir. Təbii uşaqlarda tamamilə fərqlənir, çünki tam formalaşmayıb. O bir hədislərdən birində də rivayet buyururlar ki, 6 yaşına qədər bir cür münasibət bəsləməlisən uşağa, 6 yaşdan 12 yaşa qədər başqa cür, 12 yaşdan da ki, ta bəziləri 18, bəziləri 20-dirlər ki, fərqlidir. Bunun hamısının psixoloji bir altı var da, başa düşdüm. Bəli, bunun hamısının psixologiya tərəfindən daha böyük bir mənaları var. Düz o vaxtlar indi bunu heç kim izah eləmirdi. Sadəcə deyirdilər, cəmaət inanırdı, eləyirdi. İndi mütəxəssisimiz bunlar haqqında bəlkə daha çox uşaqlara aid məlumat verər. Amma sözsüz ki, məsələn 6 yaşına qədər deyir uşağa məsələn vurma. Qadağan edə bilərsən, saxlaya bilərsən və s. və ilax. Amma həmin o vaxt elə beynin elə bir hissələri inkişaf edir ki, uşaq elə qorxu nədir bilməsin. Yəni qorxmaqdan bunu nəinki uşaqda böyüklərdə. Ağrı nədir, bacardığın qədər ondan və aqressiv ağrıdan söhbət gedir, yəni və s. 6 yaşdan sonra başqa beynin funksiyaları inkişaf etməyə başlayır ki, sən ona hizməti öyrətməlisən. Hizmət yəni? Yəni xidmət eləməyi. Ata gəldi və bəli, hətta dedi ki, məsələn evdə məsələn süfrə düzəldirlərsə, qıza tapşır ki, sənə kömək eləsin. Sadə dildə nəsə etsin, öyrənsin, iş eləsin. Evdə nə iş gücün varsa uşağa tapşırılası, o su gətir. Ayaqqabılarımı gətir. Bu qələmi qoy ora. Buna öyrəşsin. Maşından nə öyrəşsin də, elə ki. Bəli, ata-anaya xidmət öyrəşsin, böyüyə xidmət eləməyi öyrənsin, nəsə etməyi, işgüzarlıq. 12-dən sonra isə artıq orada keçid dövrü başlayır. Funksional olaraq beyində çoxlu dəyişikliklər baş verir. Orada artıq bir dost olmalısan. Amma üzr istəyirəm bir şey deyim. Bəzi valideynlər deyir ki, biz uşaqlarımızla dostuq. Mən dostam, o dostu yox.
valideyn pozisiyası qalmalıdır və mənə bir dost kimi münasibət qurmalısan. Yəni bu hədislərdə də var, indiki elm də bunu təsdiq eləyir və yəni biraz bəlkə uzaqlaşdım mövzudan, amma Yox, yaxşıdır. və sözsüz ki, fərq var və oğlan uşağının tərbiyəsi ilə qız uşağının arasında böyük bir fərq var. Atalar da deyiblər ki, oğlan uşağını tərbiyə eləyəndə inamla tərbiyələndir. İnan ona. İş tapşıranda mən bilirəm bacaracaqsan. Biz kişisən, yaxşı olacaq, bacaracaqsan. Qız uşağına dəstək ol. Arxa hissələsin özündə. Güvənli olsun. O güvəni ver. Qız uşağı biraz fərqlidir. Bəli. Və əgər bunlar uşaqlıqdan fərqli böyüyürlərsə, fərqli əsaslar üstündə bunların psixologiyası formalaşırsa, sözsüz ki, biz böyüyəndə də fərqli oluruq psixoloji cəhətdən. Fizioloji cəhətdən də fərqlər var sözsüz ki, sadəcə biz psixologiyadan danışırıq. Kişilərdə ən çox görünən psixoloji belə deyək də oturmuş bir necə deyim, hallar nədir? Yəni kişilər kişi dedikdə bir individuum olaraq. Çox belə bir ümumi common bir şeydir. Nisbi bir şeydir. Sadəcə burada dərhal kultural bir mədəni aspektlər də yadımıza düşür. Çünki kişi məfhumu məsələn Qafqaz regionunu götürsək məsəl üçün Dağıstanda kişi məfhumu, Gürcüstanda kişi məfhumu, Azərbaycan ümumi eynidir. Amma baxırsınız ki, orada müəyyən bir fərqlər var. Kişi nəyə deyirlər və bu gün kişi nəyə deyirlər? Yox, mən psixoloji olaraq ümumi kişi ilə qadının fərq qoysaq. Kişini fərqləndirən qadından nədir, onu bilək. Kişini fərqləndirən kişi deyirlər ki, bu ərəblər səyyad deyir, bu ovçudur. Təbiətçən ovçudur. Qadın ovu qəbul edəndir. Bunu da əgər biz geçsək, misal üçün üzr istəyirəm, bu əsrlər arxaya keçsək, qısa bir misalla bunu icazə versəz izah eləməyə çalışaram. Misal, təsəvvür edirsiniz ki, bir mağaradır. Mağarada od yanır. Qadın oranı süpürür və s. və gəlir yoldaşına deyir ki, yeməyi qurtarır. Kişinin funksiyası nə idi? Qorumaq və bayırdan evə qidanı təmin etmək. Doğru. Və kişi əksər hallarda indidə yaşayır. Gələcəklə o qədər də bunun arası yoxdur. Kişi xeyli. Düzdür. Mən nə deyəcəmsə bunun sözsüz ki, istisnaları var. Bəli. Kişi nə edir? Kişi deyirlər ki, filan şey lazımdır. Yemək yoxdur. Deyir baş üstə. Yığdı cəmaatı və yaxud qrup insanları çıxdılar ova. Ovda bir gün olacaq, 2 gün olacaq, 3 gün olacaq. O hindidədir. O hindi bu saat ov axtarır. Tamam, ovu tutdu, gətirir evə və indi bu saat dincəlmək istəyir və rahatlandı. Bu müddət ki, mission completed, missiyanı bitirdi. Hal-hazırda. Gələcəyi düşünmür, sabahı düşünmür, sabahçı ovu düşünmür. Yox, o çox uzaq gələcəklə onun işi yoxdur. O indi təmin eləmir. Ki indi təhlükə varsa indi qorumalıdır. İndi cavab verməlidir. İndi ovu gətirməlidirsə, ova çıxmalısa bu bunu təmin edir. Bu əsrlər boyu genetik yığılan bir şeydir bizim psixologiyamızda. Gözəl. Qadın nə edir bu müddətdə? Uşağını yatızdırdı, odunu o yanan odu isti saxladı, yeməyini hazırladı, süpürdü, gözləyir. Bu boş olan vaxtda qadın nə edir? Xəyal qurmağa başlayır. Misal, böyük bir heyvan gətirsə, qışa da pay qoyacağam, qoğmaq-rəbəyə də bunu verəcəm, böyük bir qonaqlıq eləyəcək, şənlik. Yox, balaca bir ov gətirsə, mən uşağımı qidalandıracağam, ərimi. Bu bir neçə variant artıq bunu beynində gəlir. Beynində. Bəli. Və uzun müddət özü ilə olduğu üçün onlarda həssaslıq artmağa başlayır. Kişidən fərqli olaraq bir balaca. Heç kim deyə bilməz ki, qadınlar bizdən biraz həssaslar. Bu reallıqdır. Emosiyalar daha çoxdur. Emosiyalar da çoxdur və s. Və burada nə baş verir? Zaten emosional olmasalar o kişiyə o istiliyi verə bilməzlər. Evə istiliyi verməzlər. Biz onu axtarırıq. Bəli. Və kişi gəlir nə edir? Hələ bu gün də bu müşahidə edilir. Kişi gəldi, evə qidanı yaxud pulu və yaxud nəsə verdi. Bir gəlirəm dincəlməyə, yemək hazır olsun, gələcəm yeməyə. Hə mənə toxun, mən getdim dincəlməyə. Düzdür? Bu günləri artıq 2025-ci ildən söhbət ediriksə, kişi xeylağı misal üçün bir problemi həll eləmək üçün deyir, bunu eləyəcək, bunu bir cür baxışı var. Hadi kişi kimi danış. Düz danış, dürüst danış. Burada əyriliklər kişiyə xas olan bir məfhumlardır. Zaten kişi bunu o qədər də yaxşı bacarmır. Belə deyək, eləyir, amma o qədər də yaxşı bacarmır. Amma qadın bax qulaq asanda bir şərtlə ki, neytral qalır. Çünki emosiyalar oynamalı deyil.
Əgər qadın xeylağı qıraqdan qulaq asır, elə bir fikir söyləyir ki, kişi xeylağı belə qalır. Niyə? Çünki qadın genetik olaraq bir neçə yolları düşünməyə qadirdir. Amma bir şərtlə yedirəm ki, emosiyaları oynamamaq şərti ilə. Bax, bəzən o siz dediyiniz var, qadın bir söz deyir. Düz mən yenə də fikirləşirəm ki, kişi xeylağı, düzdür, burada indi bölünmürük falan. Hər bir kişidə də qadında da çox ağıllı Hərəsinin bir insanlar üstünlüyü var. üstünlüklər var. Mən dediyim nədir? Dediyim odur ki, mən düşünürəm ki, siyasət olaraq, negotiation, yəni müzakirələr, danışıqlar olaraq kişi daha üstündür və çox vaxtda tarixən kişilər göndərilib ambassador, yəni səfir olaraq ki, bir məsələni həll elə, tacir olaraq böyük məsələn əlaqələri qur və s. və l. prezident olaraq və s. və l. Daha geniş strateji bilikləri olub da, belə deyək, elə hazır olub. Dediyim nədir? Amma bəzən qadınlar o dediyimiz bir müzakirələrdə elə bir arqument qoyur. Biz heç onu ağlımıza gəlməyib, heç o tərəfdən baxmamışıq. O fərqli yerlərdən baxmaq məsələsi. Bu psixologiya yatırır da bu. Bu uca bizlə danışanda tez bir şəkildə onu fikirləşir, yoxsa əvvəlcədən onu düşünüb deyə hazırdır. Belə bir şey deyim. Bizdə müəyyən proseslər gedir də. Bu Allah Taala bizi belə yaradıb ki, müəyyən bir maddələr mübadiləsi mi deyək, düşüncə mi deyək və s. Yəni artıq bizim fitrətimizdə artıq bunlar var. Yaradılışımızda var. Sual versək ki, bu tariximizdə tək bizdə yox, tək müsəlman dövlətlərində yox, hətta Qərbdə niyə görə kişini qabağa verirdilər? Deyirəm, orada bir məntiq var ki, qoruyucu budur, evdən qıraqda bütün işləri bunlar həll eləyirlər və s. və başqa bir şey də var. Axı İslamda, əgər İslamdan danışsaq, biz deyirik qadına üstünlük verir, qadının haqqlarını qoruyur. Niyə görə burada bir incə bir mövzu var. Yəni toxunuruq emosionallığa. Kişi hansı bir qərar qəbul edəndə çalışır emosiyalarını qoysun qırağa. Yəni belə bir şey var da, bizim beynimiz var, deyib burdadır. Və emosiyalarımız sakit halda burdadır. Demirəm sıfırdadır, 2 səviyyəsində, 3 səviyyəsində. Bəli. Emosional olanda kişinin sanki emosiyalar qalxır beyin səviyyəsinə və kişi özü ilə sadəcə mücadilə etməyə başlayır. Beyin və emosiyalar. Qadınlar bizdən emosional olduğu üçün əksəriyyəti sözsüz. Yəni istisnalar isə biz saymırıq. Emosiyalar qalxıb beyni örtmək şansı çox böyükdür. Və artıq iş işdən keçəndən sonra hamısı ki sakitləşir, mən neynədim, əşinə. Və hardasa orada şuuraltı bir məfhum da var ki, qadına mənim üçün keçərlər. Amma kişi bunu deyə bilmir. Kişi üçün bunu keçmək biraz çətin olur. Kişi dedi, etdi, artıq sərtləşmə gedir orada və s. Hətta bu günləri küçədə də biz danışırıq. Küçədə nəsə bir 2 nəfər mücadilə edir. Fərqi yoxdur, kişi haqlıdır, haqsızdır. Hələ ki qadın qışqırır, sesini qaldırır, hamısı kişinin tərəfindədir. Allah eləməsin kişi bir əxtaraski bir sözdürsə, Allah eləməsin əlini qaldırsa, bir şiddət fərq etməyəcək. Kişi düzdür, hamısı kişiyə zid çıxacaq ki, qadınla əl qaldırmaq nə qədər müasir oluruq olsun. Fikir verirsiniz. Yəni amma iki kişi bir-biri ilə mücadilə edəndə son dəqiqəyə qədər bunlar bilirlər ki, biri şiddət göstərsə, o birisindən də şiddətin gəlmə ehtimalı var deyə bunlar hardasa özlərini saxlayırlar. Bəli. Biraz qadınlarda bizə çətin olur. Biz görəndə qadın bunu eləyə bilmir, deyir, İsmətli xanımdır, deyir, çox əxlaqlı xanımdır. Təsəvvür burada əxlaqla o qədər də əlaqəsi yoxdur. Burada bu reflektor nələrsə biruzə verməyə başlayır. Fərqimiz çox böyükdür burada. Onun üçün hardasa kimsə cəmiyyətdə bəzən incitənirlər. Quranda bir ayə var. Rical qavmun alənisə. Lakin kişilər qadınlara fövqündədir, üzərindədir. Üzərindədir. Bu o demək deyil kişi qadından yaxşıdır. Bunu özü istəyirəm düzgün başa düşmürəm. Bu məsuliyyət tərəfi var. Bu məsuliyyət tərəfi. Ümumiyyətlə cəmiyyətdə kimsə qabaqda olmalıdır. Bəli, idarəçi. Kimsə seçməli idi. Tamam, qadın seçsəydi onda kişilər inciyəcəkdi, kişilər seçsəydi qadınlar. Bunu Allah Taala inciməyin yeri yoxdur burada ümumiyyətlə. Burada fiziologiya var. Bəli. Güc tərəfdən, bəzən belə deyək, qərarlar tərəfindən, emosional məsələn dayanıqlıq. Orada gəlir emosiyaların oynamasın. Bəli. Ki Allahın ədalətindən qıraqda qalmayasan deyə və s. Ona görə bəzi şeylərdə övladıva bəzən hökm verməli olursan, ana necə bunu eləyə bilər? Kişi biraz bu gün göstərir ki, yəni əfsuslar olsun, çox ailələrimiz var ki, kişi xeylağı biraz tərbiyədən qıraqda qalıb.
Ya ayrılma nəticəsində, ya nəsə nəticəsində müharibədən çıxmışıq, bəzi Və ya evlərdə kişi çöldə yoxdur. mənfi təsirlər olur da. Qadın tək olaraq yaxud kişi tək olaraq uşağı tərbiyələndirə bilmir. Uşağa hər iki tərəf çox lazımdır. Ananın emosionallığı da lazımdır. İndi onun haqqında bəlkə mütəxəssis daha çox danışar. Ananın emosionallığı lazım, ananın mərhəməti lazım olur. Atanın şiddəti lazım olur, atanın o möhkəmliyi lazım olur orada. Yaxud o belə deyim də hardasa böyük rolunda oynamaq. Məsələn bir üzr istəyirəm belə bir misal deyim. Uşaq gəlir, həyətə çıxmaq istəyirəm, 1-2 saat oynayım. Həyətə çıxacaqsan, oturub dərsləri verəməlisən. Burada sanki o Adlerlə getsək, tranzakt analizindən, sanki uşaq valideyn. Bu heç vaxt bir düz gəlməyiblər. Mümkün deyil. O deyir, yox, oturacaqsan, dərs oxuyacaqsan və sən ata gəlir. Bir dəqiqə sakit olun. Təzə gəlib işdən. Nə olub? Həyətə çıxmaq istəyir 2 saat. Bir dəqiqə. Nə söhbətdir? Dərsləri verəməyəcəksən. Deyir, yox 1 saat heç olmasın. Yaxşı 1 saat oynasın, gələcək. 1 saata çatdırmayacaq dərslərini. Çiklənəcək, gələcək. Dərs çatdırsa, hə yaxşı. Hə, qoy 1 saat get oyna. Yaxşı arvad get filan şeylə 1 saata gəlib mən sənə deyirəm eləyəcək. Həll olun. O böyük rolu ilə sanki gəldi. Həll elədi. Həll elədi. Çox maraqlıdır. Ümumiyyətlə belə qısa desək, kişilər qayğı və təskinlik gözləyir. Qadınlar anlayış və diqqət gözləyir. Uşaqlar isə sevgi və tərbiyə gözləyir. Yəni görüb götürür. İndi Murad, uşaqlıqdan danışırıq, uşaqlardan danışırıq, onların psixologiyasından danışırıq. Bu barədə ümumiyyətlə onlarda necə psixologiya qurulub? Bizə birinci elə gəlir ki, uşaqlar çox naif, səmimi və şirin varlıqlardır. Əksinə isə uşaqlar çox qəşəng manipulyatordur. Valideynlərini çox qəşəng idarə edə bilirlər, çox qəşəng yönləndirə bilirlər. Ona görə birinci növbədə valideynlərin uşaqlara olan münasibəti, yəni bir struktur əsasında olmalıdır. Yəni bu struktur yoxdursa, istər-istəməz valideynin boşluq buraxma ehtimalı çox daha böyükdür. Və bir yerdən sonra valideyn də bu boşluq buraxmağı öyrəşir, uşaq da həmin boşluqdan istifadə etməyi öyrəşir. İstənilən şəraitdə, yəni 6 yaşa qədər, 6-7 yaşa qədər beləliklə metaforik olaraq valideyn qabaqda gedir və uşaq onun əlindən tutub arxasından gəlir. Bir şey olaraq dəyərləndirsək. 6-7 yaşından sonra valideyn və uşaq bərabər gedirlər. Arada əl tuturlar, arada buraxırlar, amma bərabər gedirlər. Məktəb, bağça. Və həddi buluqdan sonra isə valideyn uşağı buraxır qabağa, buraxmalıdır əslində qabağa və arxasından getməlidir. Arxasından getdiyi təqdirdə də görür ki, övladı yıxılır. Bu fərqi yoxdur, hansısa cür yıxılma olsun. Bu yıxıldığı dövrdə də gedir yanına ki, sənin köməyə ehtiyacın var, yoxsa özün qalxa biləcəksən. Yox, əgər uşağın resursu yoxdursa, qalxmağına kömək edir. Resursu varsa gözləyir orada ki, o qalxsın, həyatına davam eləsin. Bizdə uşaqlara yaxşı həyat saxlamaq deyə bir şey var. Söz birləşməsi var. Bir cümlə var ki, mən uşaqlarıma yaxşı bir şey qoyub gedim. Yaxşı şərait qurum. Yaxşı şərait qurum. Bizim uşaqlara verəcəyimiz yaxşı tərbiyə və yaxşı birlikdə psixi sağlamlıq vəziyyətidir. Yəni müstəqil bir insan, yetişkin bir insan qoyub getməkdir. Buradakı məsələ nədir? Biz uşaqlara bunu vermiriksə, sabahsı gün bizdən asılı hala gəlir. Bizdən asılı hala gələn, sonra deyir ki, məsəl üçün deyək ki, oğlan uşağıdır, deyir ki, məsəl üçün əvvəl mamasını çox istəyir, indi evləndi, mamasının üzünə baxmır. Burada siz əslində mamasını istəməyi yox, asılı olmağı öyrətmişdiniz uşağa. Və artıq daha yaxşı onu idarə edən, daha yaxşı ondan və kimlə daha çox kontaktdadırsa, təbii ki, ondan daha çox asılı olacaq. Buradakı məsələ sağlam bir kişi yetişdirməkdir ki, növbəti mərhələdə ana ilə də, bacı ilə də, ata ilə də, həyat yoldaşı ilə də, övladları ilə də sağlam bir münasibət saxlasın. Əgər bunu eləmiriksə, yəni biz özümüzə nəsə eləmək istəyiriksə, o artıq yəni bu şeydən kimsə mən istifadə edirəmsə, kimsə də istifadə edəcək. Murad, bəzən olur ki, o uşaq vaxtından bu belə deyək, oğlan da ola bilər, qız da ola bilər, ya öz başına buraxırlar, ya da çox belə titiz yanaşırlar. Bu məsələlər də var. Buradakı məsələn mənim gördüyüm 3 dənə tərbiyə modeli var 10 il ərzində Azərbaycanda. Bir beləliklə biz deyirik nədir? Vəssalam. Sənin dediyin heç nə maraqlı deyil. Kontrol. Total kontrol, yəni burada uşağın özünü qiymətləndirməsi, fikirləri, emosiyaları, şeyləri maraqlı deyil. İkinci bir valideyn uşağın nə deməyinə oturub durur.
Yəni uşaq nə desə odur, uşağım düz deyir, ona hər şey olar və Bu egoist deməkdir. Artıq uşaqlar baxır nəyə də gələcək, oradakı nəticələrə gələcək sonra. Üçüncü bir model isə şəxsiyyət kimi yanaşırlar. Deyək ki, məsələn, mənim 32 yaşım var. Mən uşağımla münasibətdə 5 yaşındakı, 3 yaşındakı uşaq kimi yox, 32 yaşındakı insanla kontakt qurduğum kimi məsuliyyət verirəm ona. Paylaşıram. Hal-hazırda ən çox gördüyümüz şeylərdən biri nədir? Uşaqlara həddən artıq çox informasiya verirlər. Valideynlər həddən artıq çox açıqlama verirlər. 5 yaşındakı bu uşağa desən ki, biz gələn bazar xalagilə gedəcəyik. O hər gün soruşacaq ki, xalagilə nə vaxt gedəcəyik. Və çünki bayaq Süleyman bəy kişilərin indisi ilə bağlı danışdı situasiyanı. Uşaqlar üçün bu biraz daha qəliz məsələdir. Sən 7 yaşa qədər deyilir ki, məsəl üçün dərs, məktəb, hətta dində belə var ki, yəni namazı 7 yaşdan sonra öyrətməyə başlaya bilərsən. Nəyə görə? Allahın varlığı, mücərrəd anlayışları artıq onda başa düşməyə başlayır və eyni zamanda onun məkan və zaman da zaten həm konkret, həm də mücərrəddir. O dövrdən sonra başa düşməyə başlayır. Yəni indiki halda, məsəl üçün mən burdayamsa, o uşaq üçün. Yəni deyək ki, mən marojni istəyirəmsə, o uşağın marketin bağlı olmağı, o marojni bişirən dayının ölməyi, nə hansı bir şeylər maraqlı deyil. Buradakı məsələ mən bu saat istəyirəm və burada istəyirəm. Onda lap balaca uşağın daha psixologiyası daha çox istək üzərindədir. Bəli. Niyə? Bayaq Süleyman qardaş dedi ki, yəni 6 yaşa qədər, birinci növbədə uşaq başlanğıcda ananın özünü eyni görür. 2 yaşından sonra yavaş-yavaş başlayır anadan ayrılmağa. Bu dövrdə də dünyanın mərkəzində özünü görür. Yəni elə bil ki 5 yaşında, 4 yaşındakı uşaq özü süd içmirsə, başqa kimsə süd içirsə ona qəribə gəlir ki, nətər yəni et olan mənəm. Mən süd içmirəmsə o necə süd içə bilər? Dünyanın mərkəzində özünü görür. Və təsəvvür eləyin, insanların əksəriyyəti bu dövrdə ilişib qalıb cəmiyyətdə və onlar ailə qururlar, münasibət qururlar. Ruslar demiş pub zimli də, yəni dünyanın mərkəzi mənəm. Dünyanın mərkəzi mənəm. Egosentrik dövr deyirik biz həmən dövrə. Və 6-7 yaşında bu tamamlanmalıdır və ondan sonra dediyimiz o inkişaf dövrləri, hansı ki mücərrəd təfəkkür, Allahın varlığı, digər varlıqların şeyi, bunlar məkan zaman artıq formalaşmağa, səbir, iradə anlayışları da həmən dövrdə formalaşır. Onda lap çox egoist insanlar biz bir növ deyə bilərik ki, həmən o vaxtdan qalıqlardır. Emosional dövrü tamamlanmamış, həmən dövrdə tamamlanmamış insanlar. Psixoloji inkişaf belədir ki, bizim bir Hüseyn müəllimimiz var, Hüseyn Həsənov. Onun çox qəşəng bir birlikdə nümunəsi var. Deyir ki, uşaqlar inkişafı belədir. Məsəl üçün bir stəkandır. 6 yaşa qədər biz 3 yaşa qədər bir doldururuq, sonra bağlanır. Sən nə verdin, verdin. Sonra növbəti stəkan gəlir, 3-6 yaş. Orada da bir şey, nə verdin, verdin, bağlanır. Sonraki mərhələdə bağlanır və sən 12-13-də o şeyin üstünə belə doldurmağa çalışırsan ki, elə bil ki, aşağıdakılar da dolsun. Onun üstü bağlanıb. Hər şey vaxtında. Hər şey vaxtında. Ona görə bu dövrdə bu uşağa məsəl üçün yerində verilən edilən müdaxilələr və yəni çox qəşəng bir söz var, deyir ki, ağac yaş ikən əyilər. Amma biz sanki gördüyümüz modellər nədir? Uşaqları əyməyə çalışır. Bizim işimiz əymək deyil, bizim işimiz düz getməyinə kömək eləməkdir. O bəzən də o hətta fizioloji olaraq uşağı kontrol eləmirlər. Ağır sumkalar, buradan da valideynlərə bir tövsiyə olar ki, ağır sumkanı yükləyirlər. Uşaq əyri oturur. Uşaq necə gəldi, yatır, şeyləyir, baxmırlar. Uşaq gəlir, uşaq yox, 18 yaşına gəlib çatır. Min cür fizioterapiya qoyurlar ki, gəl bunu düzəldir. Bədən formalaşıb. Eyni şimdi psixoloji görünücü çətindir bunu həll etmək. İkinci məsələ, burada bu sən bir tərəfini dedin. Bunun digər ucundakı bir şey var. Valideyn uşağı heç eləməyə qoymur. Bu şeydə də daha çox problemlər var. İstənilən halda biz insanlar yaş keçdikcə daha böyük stresslərlə mübarizə aparmağı öyrənirik. Bəli. Deyək ki, məsəl üçün 3 yaşındakı uşağın əsas işi evdən bağçaya getməkdir. Səbəb onun üçün ən stresli bir şey orada başqalarıyla kontakt qurmaq, uyğunlaşmaqdırsa, məktəbə gedəndə partada 45 dəqiqə belə oturmaq, yazı yazmaq, dərsə hazırlaşmaqdırsa, 9-cu sinifdə bu üstünə imtahan da verməlidir. 11-ci sinifdə hansısa da girməlidir. Bakalavr dövründə hər 6 ayda bir 7-8 dənə imtahan verməlidir. Orada kommunikasiya qurmalıdır, işə hazırlaşmalıdır, işə girəndən sonra pul qazanmalıdır, orada qalxmalıdır, ailə qurmalıdır. Yəni gedir bunlar. Və biz uşaqlara yerində və zamanında, hansı ki məsəl üçün 3 yaşındakı uşağı biz yox mən çox istəyirəm və yaxud da evdə qalsın 5 yaşında artıq birbaşa məktəbə qədərə göndəririksə, o uşağın zamanında o formalaşmalı olan stresslə mübarizə bacarıqlarının qarşısını alırıq. Və burada proses necə yavaşıyır?
Bu uşaq evdəki komfortu görür və məktəbə gedir. Məktəbdə artıq uyğunsuz davranışlar göstərməyə başlayır ki, mənim uşağım məktəbə uyğunlaşmır, mənim uşağım müəllimin sözünə qulaq asmır və evin mərkəzində, diqqət mərkəzində böyüyən bir uşaq məktəbdə gedir, baxır ki, burada diqqət mərkəzində deyil. Niyə? Çünki orada bir 8-10 minimum uşaq var, ən yaxşı halda, bəzən 15-20 olur. Məktəbə qədər qruplardan söhbət gedir. Və orada nə edir? Baxır ki, orada pis uşaq var bir dənə, hansı ki pis uşaq deyildik. Yəni heç bir uşaq pis deyil burada əslində. Həmin uşaq neqativ davranışlar göstərir. Müəllimənin diqqətini çəkir, müəllimə uşağın adını tez-tez çəkir. Diqqət çəkmək üçün nə edə bilərəm? Həmin uşaqla dost olur. Niyə? Çünki o diqqət çəkir. Artıq uşağa dərs oxumaq, digər şeylər ikinci plana qalır. Və kopyalayır. Kopyalayır. Nəyə görə? Çünki o diqqət çəkir. Yəni bu uşaq həmin dövrdə uşağa verəcəyimiz diqqət daha önəmlidir. Nəinki 13-14 yaşında. 13-14 yaşında daha müstəqil olmalıdır, amma nəzarət olmalıdır. Çox vaxt o bəzi uşaqlar məktəbdə olur xüsusən, o bir dənə qabaq gedən uşağı hamı kopyalayır. Saçından tutmuş, gəzişindən uyğun olaraq. Yəni buradakı məsələ nədir? Onlar diqqət çəkir. Müəllimlər bizdə Azərbaycanda tərbiyə sistemi olmazla dəyərləndirilir. Bu olmaz, o olmaz. Bəs nə olar? Yəni qapını çırpma bir əmr deyil də, həmişə deyirəm. Bunun içində bir konkret bir əmr yoxdur. İnkar şəkildisi var. Beyin inkarı qəbul etmir. İçəridə dursun, çöldə dursun, qapını içəridən bağlasın, içəridə bağlayıb çöldə dursun. Yəni əmri onu eləmək yox. Gəl bunu elə. Yəni məsəl üçün mənim üstümə qışqırma yox, sakit danış. Məsələn, yalan danışmaqla bağlı çox qəşəng bir paradoks var. Bunu izah edeyim valideynlərə. Yəni məncə bu daha faydalı olar. Məsələn, biz uşağa deyirik ki, yalan danışma. Əslində istədiyimiz şey nədir? Düz danış. Düz danış. Birinci növbədə yalan danışma deyəndə mən sənə güvənmirəm. Səndən belə bir şey gözləyirəm ki, sən məndən səmimi olmayacaqsan. Ona görə bunu sənə tələb edirəm. İkinci variant nədir? Sən düz danışmaq sənə sərf eləməyə bilər. Ona görə belə bir variant verirəm sənə. Amma istifadə eləmə ha. Yəni bir növ əyri yolu biz göstərdik, sonra deyək ki, istifadə eləmə. Necə yəni bu hələ tam şəxs kimi formalaşmayıb. Yəni əlbəttə ki, oradan gedəcək. Bəli, ona görə daha çox alternativ vermə. Bəzən deyirlər, bunu oynama, burada eləmə, alternativ verməlisən də. Yəni həyətə düşmək yox. Evin içində nə edəsən? Evin içi 4 divardır. Nə edəcək o? 6 divardır hətta. Üstü 6 divardır. Yəni üstü açıq olsa yenə hardasa. Yəni evin içində nə edəsən? Televizor verəcəksən, telefon verəcəksən, iqruşka verəcəksən. İqruşkalar bir yerə qədərdir. Telefon da bir yerə qədərdir hardasa, televizor da bir yerə qədərdir. Orada daha çox oynadığı telefondur. Ondan sonra gəlir oyun asılılıqları, masturbasiya asılılıqları, nə bilim, porno asılılığı, bu kimi şeylər hansı ki var. Pozulur uşaq, kontroldan getdi. Niyə? Çünki 13 yaşında ən çox gördüyüm 13 yaşında bir oğlan uşağını götürür. Onun ciddi bir şəkildə fiziki aktivliyə ehtiyacı var. Niyə? Çünki testosteron səviyyəsi qalxır şeydən sonra, həddi buluqdan sonra onun aşırı enerjisi artır. Və həmin dövrdə bizim valideynlər uşaqları idmandan, hər şeydən çıxardılar, qoyurlar hazırlığa ki, sən dərs oxumalısan. Əksinə, o paralel idmanla getməlidir ki, enerjisini orada çıxarsın ki, gəlsin beyni rahat işləsin. Bayaq dediyim Süleyman qardaşın dediyi kimi, gələndə rahat deyil. Amma nədən sonra o oturduğu yerdə rahatlamır. Biz insanlar oturduğumuz yerdə xoşbəxt olan canlılar deyilik. Bizim mütləq hərəkətə ehtiyacımız var. Qız uşağıdır, onu eləmə, bunu eləmə. Ona daha çox güvənmək lazımdır ki, mən sənə arxayınam. Bir dənə sual. Bu kontrol edici valideynlərin kontrolu. Bu nədən səbəb qaynaqlanır? Yəni biz qorxuruq ki, uşaqlar sərf eləyər valideyn olaraq, yoxsa biz bu kontrol valideyn olaraq şuuraltı düşünürük? Burada valideyn gördüyümüz nümunələrdə, yəni mən praktik şəkildə gedəcəm, yəni elmi tərəfi, yəni elm zaten burada deyil. Sadəcə bizə daha çox ümumi olan həm vaxt qısıtlığı, həm də praktik hissə lazımdır. O valideynlər uşaqları mənimsəyirlər. Artıq mənim bir ekvivalentim, mənim bir klonum, kopyam düzəltməyə çalışırlar və özünə uyğun olmayanda da məsəl üçün deyək ki, ata deyir ki, anan tərəfə oxşamırsan, ana deyir ki, atan tərəfə oxşamırsan. Niyə? Çünki məni kopyalamırsan. Niyə? Axı oradan da bir genetika, yarısını oradan götürüb. Yəni zaten onlara oxşamalıdır. Yəni bunu uşaqları günahlandırmaq üçün bir vasitə kimi istifadə ediriksə, uşaqlar bunun altı və uşaqlar valideynlərin dediyi hər bir şeyi sözsüz qayda kimi qəbul edirlər. Sən bacarıqsızsan deyirsinizsə, uşaq bunu bir aksiom kimi qəbul edir ki, bəli mən bacarıqsızam. Səndə alınacaq deyilirsə və uşaq alınmağın bir variantını tapacaq. Bizim ümumiyyətlə dil qəliblərimiz, Süleyman qardaş da şey eləyir, ümumiyyətlə Azərbaycanda insanların ən böyük problemləri, yəni travmatik şeylər yanaşmamızın əsas səbəblərindən biri dil qəliblərimizdir. Hər şeyə çox neqativ yönündən baxırıq. Olmayacaq, alınmayacaq, nə bilim,
Yəni biz bir insana həvəsləndirmək istəyirik. Yəni o bacarıbsa sən niyə bacarmayasan? Onun fürsətləri, imkanları, başqa şeyləri var və onun resursları var. Yəni bizim baxmalı olduğumuz şey bizim öz uşağımızın hansı resursları var. Və burada ən çox valideynlər elədiyi səhvlərdən biri də müqayisədir, hansı ki, uşağı müqayisə edir. Deyək ki, məsəl üçün Süleyman qardaş 2 dənə psixoloq var və biri böyüklərlə işləyir, biri uşaqlarla işləyir. Deyir ki, məsəl üçün Süleyman qardaşın dediyi fikrə Muraddan soruşur ki, Murad qardaş sən bununla bağlı nə deyirsən? Murad deyir ki, mən uşaqlarla işləyirəm, mən bununla bağlı bir fikrim yoxdur. Və qayıdıb deyirsən ki, sən nə tər psixoloqsan, niyə bilmirsən? Sən mənə ən çox verilən sual deyir, psixoanalizi bilirsən, deyirəm heç nə bilmirəm. Deyir, nə tər yəni bilmirsən? Deyirəm, mən psixoanalizçi deyiləm çünki. Və buradakı məsələ nədir? Mən bunu bilmirəm, bunu qəbul edirəm bir mütəxəssis olaraq. Amma uşaqlar bunun şeyinə girirlər ki, yəni sənin sinif yoldaşın Əhməd bilirsə, sən niyə bilmirsən? Əhmədin hansı resursları var? O 5 aldı, sən 2 aldın. Amma Əhməd 2 alanda, sənin oğlun 5 alanda, sənin qızın 5 alanda heç onu qiymətləndirmirsən. Və buradakı məsələ müqayisə lazımdır, amma hansı şəkildə? Sənin ingilis dilin yaxşıdır, riyaziyyatın zəifdir. Sən çox yaxşı musiqi bacarığın var, amma idmanda zəifsən. Bunları uşaq bildikdə zəif nöqtələrini də bilir, yaxşı nöqtələrini də bilir. Belə olanda uşaq özünü adekvat qiymətləndirir. Yox, və ikinci bir variant, yəni danlamaq, müqayisənin tərs variantı, mənim uşağıma hər şey olar, mənim uşağım hər şeyin əlasını bilir. Burada olanda da arxayınlaşır. Bunun ən qəşəng örnəyi nədir? Başı var, oxumur. Başı var, oxumaq dediyiniz uşaqların sonra arxayınlaşırlar, bilirlər ki, başları var. 2 ildən sonra o oxumayan, başı olmayan uşaqlar gəlirlər bunu praktika sahəsində, dərs oxumaq sahəsində, disiplin sahəsində keçirlər. Sonra qatarları geridə qalır və başlar valideynlərini günahlandırmağa, konfliktlər, digər şeylər ortaya çıxır. Əslində o dediyiniz belə bir deyək də, deyək ki, fizikadan yaxşıyam, riyaziyyatdan pisəm. Məsəl üçün, əslində bu təzahür olunursa, mənə görə ən gözəl bir şeydir. Niyə? Bunu indi anlayırıq biz. Ki, sən indən bilirsən ki, bu adam hara gedir? Bu adamın bir ixtisası bilinir də buradan. Yəni yönəlişliyi bilinir ki, bu uşağı mən hara yönləndirə bilərəm. Bu köhnə sovet təfəkkürü idi ki, məsəl üçün nədə zəifdirsə, ora göndərək, oranı düzəltsin. Oranı düzəltməyə ehtiyac yoxdur. Yəni bu uşaq rəsm qabiliyyəti varsa, göndər qrafik dizayner olsun, memar olsun, iç memar olsun, nə bilim hansısa bir şeyləri, yəni bu sahədə olsun. Yəni onun ədəbiyyat öyrənməyinə o qədər ehtiyacı olsa ədəbiyyatı özü öyrənəcək. Və yaxud da fizikaya bəlkə də o qədər ehtiyacı yoxdur. Sən biz psixoloquq, məsəl üçün bizim bəlkə də riyaziyyata o qədər ehtiyacımız yoxdur. Amma psixologiyanın araşdırma sahəsində olsaydıq, biz orada SPS deyə proqram var. Onu öyrənmək, orada riyaziyyata mütləq bizə ehtiyacımız olacaq. Yəni bu uşağın həmsə ədəbiyyatçı olacaq, sən aparıb onu riyaziyyat hazırlığına qoymağın çox mənasızdır. Bəli. İndi biz növbəti bir məsələyə keçək. Ümumiyyətlə İnsan psixologiyasının güclü olması üçün onun başına fərqli çətinliklər gəldikdə, problemlər gəldikdə onlarla üzləşib, onları həll etməyə bacarığı yaranmalıdır. Və belə deyək də, bu problemlərdən qaçan, çətinlikdən qaçan insanın güclü psixologiyası normalda olmur. Və ilk çətinliklər baş verdikdə onun depressiyası yaranır. Çünki insan normalda bilmədiyi, görmədiyi şeydən qorxur. Biz indi Süleyman bəy, necə edək ki, bizim güclü psixologiyamız olsun? Belə ümumi desək. Bu yaxınlarda bir təlimdə idim. Bir var oxuyursan, hardasa nəysə gözvə deyir. Bir də var ki, mütəxəssis bunun haqqında danışır və sənin bildiyi təsdiqləyir. Gözəl bir şey dedilər orada. Son araşdırmaları var bu. Psixoterapiya sahəsində deyir ki, uşağın sinir sistemi, insanın ümumiyyətlə sinir sistemi ilk 1000 günün içində formalaşır. Sual çıxır ki, 1000 gün hardan hesablayaq? Doğuşdanmı, yoxsa? Yox. Ata-ananın o bir yerdə olması var ha. Harda ki, artıq başlanır hər bir şey. Oradan başlanır. Oy, wow. Və burada sözsüz ki, yazımıza düşür bir tərəfdən Peyğəmbər əleyhissalam duası. Evlənməmişdən öncə 40 gün şəhərdən uzaqlaşır. Etikafa gedir. Demirəm indi hamı etikafa getməlidir, biz Peyğəmbər əleyhissalam deyirik. Amma bir örnək olaraq sakitləşmək üçün də doğru. Orada tək sakitləşmədir. Pəhrizini saxlayır, orucunu tutur, dualarını eləyir, tam olaraq Peyğəmbər təmizlənir. Bunu niyə demirlər?
Bu insanlar, atalar, Belə valideynlər ki, deyim, indi biraz zaman dəyişir. bir şey deyim, evlilik dövründə əksinə indiki olan reallıqlar, bəlkə də bu boşanmaların səbəbləridir. Evlənən cütlüklər ən çox yüklənən vaxtı elə evlilikdən qabaq olan vaxt. Bəli. Və boşanmaların səbəbi burada başqa bir mövzudur. Açıq, çox maraqlı bir mövzudur orada bəli. da. Yəni travmaterapiya baxışından desək. İndi qayıtsam bu məsələyə. 1000 gün. Mən də oturdum 1000 günü başladım hesablamağa. Bu 1000 gün gəlib çıxdı 9 ay ki, ananın bətnində olur uşaq. Bəli. Sinir sistemi formalaşır. Və 2 il ki, buranda buyurub ki, 2 il sən süd verməlisən uşağa. Bəli. Onun qidalanması 2 il. Bəli. Deməli 9 ay, 2 il bu uşağa biz diqqət yetirməliyik. Əslində el arasında o deyir hər bir şeyin şuuraltısı var da, şuursuzluq səviyyəsi var. Freud şuursuzluq deyir, biz sonra şuuraltı başlamış o deməyə ondan sonra. Hə. Dilimizin də, millətimizin də şuursuzluq səviyyəsi var. Oradan çıxan məlumatlar deyir hardadır? Şuursuzluq yəni bilməməzlik, düz anlayırıq mı? Yox. Belə deyim. Hər bir insanın öz keçmişi var. O keçmiş deyəndə bizim yadımızda qalan hadisələrdən söhbət getmir. Bax misal üçün mən girmişəm bu studiyaya girdim. Diqqətimi cəlb edən kim oldu? Murad bəy idi. Çoxdan izləyirik bir-birimizi, tanış olduq oyna. Sizlə danışırıq bir müddət, sizlə gördüm və müəyyən şeylərə diqqət yetirdim. Amma tək bunları mı gördüm? Yox. Yuxarıda olan spotu da gördüm, orada olan kitabı, amma fikir vermədim. Göz gördü. Və hansısa məsələn səsləri eşitdim burada. Mikrofonun səsi, qapının örtülmə səsi, uşaqlar oynayır, yaxud bunların hamısı yadda qalır. Background-da biz yazılır da. Yadda qalır deyəndə deyirik ki, yadında deyil. Yox, ondan söhbət getmir. Bir kompüter götürək də. Bəli. Hər şey yazır. Bir var operativ yaddaş, bir də var deyək. Operativ baxın, insan nəyə toxundu? Nəyə diqqət yetirdi və diqqət yetirmədi, hər şey yazılır o şuursuzluq səviyyəsində. Şuuraltıda belə deyək ki, cəmaət başa düşsün. Hər şey ordadır. Amma biz onun hamısından istifadə edirikmi? Şuurlu surətdə yox, amma şuursuz bəli. Misal üçün, siz indi oturdunuz, əllərinizi belə bağladınız. Sual niyə? Səhərdən mən bir neçə şey danışmışam, siz bəzilərində təbəssüm elədiniz, bəzilərində belə elədiniz. Niyə? Biz sadəcə burada bir cavab verə bilərik ki, belə rahat oldu və yaxud o sizin bildiklərinizdir. Bizdə davranış paternlarımız var və s. Çox böyük bir strukturdur da orada. Tam Özüm hiss elədim. Bəli, və bədənimiz, beyin ümumiyyətlə bizi axı iki yerə bölür. Bir şeylər biz idarə edirik. Məsəl üçün biz də kamera qarşısındayıq. Nə danışmalıyıq, hansı mövzunu danışmalıyıq, hansı sözlərdən istifadə etməliyik və bəzi şeyləri sanki biz idarə etmirik, amma beyin idarə edir. Mən bir misal deyəcəm, oturmuşuq burada. 100% beynimiz idarə edir olur. Ayaqlarınızın altında yeri hiss edin. Aha. Bu səhərdən var idi. Sadəcə və yaxud neçə dəfə nəfəs aldınız? Saymırıq. Biz neçə dəfə gözümüzü qırpdıq. Bunu beyin idarə eləyir, qoymur ki, göz qurusun. Biz danışanda özü avtomatik reflektor buna eləyir. Subhanallah. Və bədənimizdə minlərcə proseslər baş verir ki, bunu beyin idarə eləyir. Tamam? Şuuraltıda orada çox şeylərimiz var. Nə cür nəfəs almağımız? Müəyyən mövzuda nəfəsimi saxlayacağam. Peki fikir vermisiniz? Murad bəy işlərlə işləyir. Bəzən müəyyən mövzuları işləyəndə uşaq sanki quruyub qalır, baxır. Nəfəs almır. Bizdə terapiyada avtomatik nəfəs al. Niyə? O hardasa onu öyrəşib. Orada bir stres moment var orada. Qorxusu var. Nəsə tətikləndi. Aha. İşte orada. Nəsə tətikləndi və yaxud danışırsan uşaqla, nəsə yadına düşür, bir nöqtəyə baxır. Həmən nöqtədən hansısa bir travma həmən o nöqtədən girib bu travma. Biz də deyirik gözü yol çəkir. Mənə bax ki nə? Uşaq sanki oyanır, sənə baxır. Və yaxud üzr istəyirəm. Bu göz yol çəkmə də oyuna oxşardı yoxsa fərqlidir o? O dissosiasiyanın bir növüdür. Mən bunu diaqnoz kimi demirəm də. Dissosiativ pozuntudan söhbət getmir. Amma biz hərdən biraz qopuruq. Xəyal eləyirik də belə. O xəyal da ola bilər, travmamız da ola bilər, stres yaşadığımız bir mövzu da ola bilər ki, beyin ora fokuslanır, sanki qopuruq ətraf mühitdən. Qayıtsaq bu güclü məsələdir, bəli, psixoloji məsələmizə. Mən misal üçün nə edərdim?
bilmirəm qismət olacaq, olmayacaq bunu eləməyə. Bizim cavan ailələrimizə bir təlim keçmək lazımdır. Təlim keçmək lazımdır ki, ümumiyyətlə hamilə qadınla necə davranmaq lazımdır. Hamilə qadın özü nə etməlidir, nə etməli deyil. Çünki sən artıq iki can bir bədənin içindəsiz. Çünki artıq onun tərbiyəsi gedir, elə çıxır. Tərbiyəsi gedir. İmam Əzəmdən deyəsən oxumuşdum. Biri Əbu Hanifə. yaxınlaşır deyir ki, uşağa deyir, necə tərbiyə vermisən? Deyir, süd verərkən Quran oxuyurdum. Wow. Misal, mən də demirəm, hamısı getsin Quran oxusun, amma fikir verin. Hələ dədə-babadan bu millətimizin şurasında dədə-babalardan qalan bir söhbətlər var ki, əsəbi oldun uşağa süd vermə. Niyə? Bu əbəs yerə deməyiblər bunu. Uşaq gör, əsəbi olmağa başlayır bir müddət. Hələ ki o süd işləyir bunun canına, uşaq əsəbi qalır. Tamam. Sonra onun qidasına baxılır. Hamilə vaxtından qida diqqət eləməlidir. Əlbəttə. Və yaxud məsəl üçün son vaxtlar moda düşüb bizdə. Xanım misal üçün atasına görə ya misal üçün istə sevdiyi ərinə görə deyir, mən uşağı filan tarixdə doğmaq istəyirəm. Keserevka bu qeysəriyyə əməliyyatı eləyirlər və həmin tarixdə uşağa çıxardılar ki, bu daha yaxşıdır, bu daha asan. Elə deyil. Bu da bizim təbiətimizə ziddir. Bir alimlə oturmuşdum, qayıtdı ki, bir fəlsəfi söhbət gedir ki, Süleyman deyir, dəymiş meyvə yemisən, 100% dəymiş meyvə. Dedim, dəyməmiş yemirik. Yox, 100% dəymiş meyvə yemisən. Dedim, burada nəsə bir məna var. Yumşaq olanda belə deyək. Bir variantlar dedi orada. Axırda qayıtdı ki, bax, bağımızda ərik düşərdi yerə, çox yumşaq olardı. O əriyi götürərdi, silərdi, çox dadlı işidi. O biraz dəyməyindən keçib artıq. Dedim, vallahi hərdən olur ki, dəririk meyvəni, meyvə görsən bu deyib də əməl, yüngül toxunursan düşür. Yenə də deyir orada biraz tezləşdirdin. Dedim havada tutum. Aha. Dedi özü düşəndə olmayıb ki, köynəyinin üstünə düşüb, tutdu yaxud nəyisə əlvə düşüb olub. Əsl 100% odur. Oyda. Dedim burada nə uşağın doğulması. Uşaq elə qurulub, bu sistem elə qurulub ki, o özü bilir ki, tam haçan yetişib, doğulmağa başlayır. Bu sənin bir ana kimi və yaxud ata kimi filan tarixdə doğulsun söhbətindən daha böyük bir söhbətdir. Bir bar kimi yetişir də o. Allah Subhanahu taala onu yetişdirir. Mən uşağı 8-də də çıxarda bilərəm, 9-da da çıxarda bilərəm, 7-də də çıxarda bilərəm. Bu söhbət onun elm sabah inkişaf edəcək, deyəcək ümumiyyətlə sən nə var? 4-dən çıxart qoyaq o kolbaların içində. Ola bilər belə bir elmi bir təhqiqata da keçirəcəklər və ya keçirdirlər. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, tam olaraq bu uşaq yetişməlidir və əgər sən bir ana kimi stres keçirirsənsə, panik atak keçirirsənsə, fobiya içində yaşayırsansa, içirsənsə, çəkirsənsə, bu uşağa necə təsir eləyir? Bilin ki, evdə söhbətlər gedəndə ki, uşağı biz abort eləyək yoxsa saxlayaq, bu uşağın artıq sinir sistemində həkk olunur. Və uşağı bəlkə biraz tez çıxardaq və o söhbətlər gedir evin içində. O sizə elə gəlir ki, uşaq bilmir, yəni zəka səviyyəsində yoxdur bu uşağın, orada dərrakəsi yoxdur. Amma onun bədəninə bütün sizin o həyəcanlarınız, qərarlarınız və s. hopur uşağın, yəni belə o kletka səviyyəsində olan, hər bir kletkamızın bir yaddaşı var. O yaddaş səviyyəsində bədənə hopur və işləyir. Bax, bu mövzu çox belə çox geniş mövzudur. Onda anladığımız qədərilə qadınla kişi bir-birini tanıyandan artıq da bir cinsi əlaqəyə girəndən artıq emosional və psixoloji möhkəm olmalıdır. Oradan başlanır psixoloji möhkəmliyimiz. Çünki bizim psixoloji yəni övladdan danışırıq da biz. Bəli, bizdən danışaq. Bizim də əslində o stressabilnost deyirlər, o stressa davamlılığımız. Bəli. Bu nəyə əsaslanır? Bizim sinir sistemimizə. Düzdür? Mənim sinir sistemim sağlamdırsa, möhkəmdirsə, bu möhkəmlik hardan başlayır? İnsanlar başlayır özünü təbiətdə sakitləşdirir, özünü dərmanlar içirlər, güya idmana gedir. Cəmaət, bu başlayır uşaqlıqdan. Sonradan nəyisə bərpa eləyə bilirik, təbii. Amma mən bu gələcəyi fikirləşməyə biraz meylli olduğum üçün
Və travma terapevt olduğum üçün də mənə maraqlandırır ki, yaxşı bizdə nə baş verir, baş verir. Biz bir tərəf özümüzü yola verəcəyik, düzəldəcəyik, amma o gələcək nəsillərimiz ki var ha, bu cavanları yönəltmək o istiqamətə ki, bunlar bir-birlərinə hörmətlə yanaşsınlar və hər bir cavan bilsin ki, əgər artıq xanım hamilədirsə, orada artıq o başlanıb, tərbiyə başlanıb, psixoloji möhkəmliyin qurulması başlanıb. Orada başlanır. O halda onda kişi daha möhkəm olmalıdır, qadın çünki zaten zəifdir və yaxud 2-dən o da bizim millətimizin o şuuraltısında var. Misal üçün bizə gözəl adətlərimiz var da, misal. Tək o deyir ki, misal üçün uşağa südü əsəbi halda vermə. Deyir kimsə biz yadında da uşaq idik, evə nəyisə bir evdə bir yemək bişirirdik. Nənəm rəhmətli qayıdardı ki, bu qabı götür filan qonşuya vermə. Bəs bunlara nə iş vermirik? Ora ver, az danış ki, orada xanım hamilədir, nəfsi çəkər. Yəni canı çəkər. Aha, fikir eləyər. Hə, iyi. O da niyə hamilə qadını düşünür? Uşağa görə düşünürdülər bunu. Ki xanım nəfsi çəkər, özünü sıxar, hirslənər və yaxud əsəbi olar, bu təsir eləyir. Böyüklər bunları çox imkanı olmaz psixoloji fikirləşər. İmkanı olmaz, psixoloji fikirləşər. Nə bilim, pis düşüncələr yaranar ki, birdən uşağı mən böyüdə bilməyəcəm, sonra bu durumlar düzəlməz. Uşaq qorxaq olur, uşağın gözü orada burada olur. Dəstək olun onlara. Əgər qonşular dəstək olurdularsa, mən bir ər kimi bilməliyəm ki, xanımın bədənində hansı bir o intoksikasiya baş verir. Məsələn, dövrü var da, məsələn, intoksikasiya dövrü var. Bunun hormonların dəyişilmə dövrü var və s. və s. Görürlər kaprizləri var bunun. Məsələn, bir gün deyir, mən filan şey yemək istəyirəm. Da ittiham eləməyəsən ki, dərisən, başın xarab olub. Bu nə deməkdir? Mel yeməyi nə deməkdir? Məsəl üçün təbaşir. Amma bu xanımda ola bilər olsun. Yəni axşam vaxtı tavahhum deyirlər də, bu yatavahhum, yəni ki, o şey eləməyə başlayır. Qeyri-ixtiyari bir arzular əmələ gəlməyə başlayır. Ona yanaşmaların tərzi var. Bunları öyrətmək. Çünki xanım o durumdan nə cür çıxacaqsa, uşaqda böyük bir təsir olacaq. Süleyman bəy, çox belə maraqlı bir məqama toxundunuz. O belə orada görün nələr əhatə olunur da, həm hamiləlikdən öncəki çox maraqlı mövzulardır. Bu gələk seriyalar buraxaq biz, yəni. Amma bu bizə bir anlayış verir ki, gör psixologiya nə qədər dərindir, nə qədər onun mütəxəssis yerləri var, fərqli. Amma indi qısa biz belə desək, biz psixologiyanın güclü olması barəsində indi daha belə deyək, yanaşmaq istəyirik. O da bir tərəfi oldu ki, kişi və qadın evlilikdən öncə hazırlıqlı olmalıdır. Fiziki, mentoloji və sakit. Bir-birlərini qorumalıdırlar. Bəli, ondan sonra artıq övlad hamilə vaxtında da gözəl bir-birinə yanaşmalıdırlar və bir-birini anlamağa başlamalıdırlar və biraz əf məsələsi də var da, kişiyə burada əf düşür ki, daha çox əlbəttə. Yenə də qoruyucu mühafizə eləyir. İkisini də qoruyur. Əlbəttə. Bəs kişilik əgər bu qorumaqdırsa bir funksiyası, orada da qorumalıdır xanım. Başa düşsə nə baş verir? Qoruyacaq onu. Və onunla övladını da qoruyacaq. Burada belə demək istəyirəm ki, problemlərlə üzləşən, çətinliklərlə üzləşən insanlar, onlar daha güclü olur. Və adətən də həmən o insanlar daha çox işlər görülür və daha çox belə deyək də imtahan olunur. Necə deyərlər ki, Allah Taala dağa görə qar, gülə görə tikan, imana görə imtahan verər. İndi Murad, siz necə görürsüz? Bu biz necə edək ki, psixologiyamız güclü olsun? Güclü psixologiya malik olaq. Bizim istənilən hadisəyə 3 cür reaksiya vermək kimi şansımız var. Bir mübarizə, yayınma, bir də tamamilə təslim olma. 3 bu davranışı uşaq psixologiyasından qiymətləndirsək, bir uşaq ailədə var, 3 yaşı var. Ona deyilir ki, sənə bacın ya qardaşın olacaq. Və uşaq bunu sevinir, nə qəşəng oyun yoldaşım olacaq, eləyəcək. Bu doğulan bacı qardaş 1 yaşında gəzməyə başlayır. Artıq onun sahəsinə ortaq olmağa başlayır və əşyalarına toxunur, götürür, qırır, nə bilim nə edir. Bu halda həmən uşağa şiddət göstərir instinktiv olaraq və valideyn onu cəzalandırır uşağı. Burada uşağın 3 dənə variantı var. Birinci uşaq mübarizə aparır. Necə yəni? O mənim əşyalarımı götürəcək və mən səsimi çıxarmayacağam. Mən buna davam eləyəcək, mən də buna davam eləyəcəm. Və siz də onun tərəfini tutursunuz. Bir
şeydir. Bu mübarizədir. İkinci məsələ onun olmaması üçün oyuncaqlarını yığışdırır. Konflikt olmasın, nəsə olmasın. Qardaşlar hər şeyi gizlədir. İstəyəndə də paylaşmır. Pasiv aqressiya və məsəl üçün maması, atası görməyəndə bir iki dənə də vurur ona. Üçüncü məsələ tam təslimiyyət. Bu uşaq keçir üçüncü valideyn roluna. Bizim böyük uşaq balacaya belə qayğı göstərir, elə qayğı göstərir, onu bura aparır. Bunlar anormaldır. Bu uşaq burada təslim olub. Bu uşağın sabahsı gün həyatda baş verəcək stresslər, mübarizələr eləyəcəyi şey təslimiyyətdir. Şapalaq vuracaqlar çöldə, oturacaq yerində. Haqqını əlindən alacaqlar, oturacaq yerində. Nə bilim səsi çıxmayacaq, hər zaman üstündən keçiriləcək. Məğlubiyyət halıdır. Hə, məğlubiyyəti artıq o dövrdən öyrəşdirmişik. İstənilən halda psixi sağlamlıq birinci növbədə situasiyaları dəyərləndirib ona uyğun reaksiya verir. Bu üç reaksiya bizə lazımdır, şərtdir. Nə, amma yerinə və zamanına görə. Arxamca ayı düşübsə, mənim onunla mübarizə aparmağım absurddur. Doğru. Amma orada təslim olmağım da absurddur. Bəli. Digər bir məsələ, mənim bir itkim var. Bir yaxınımı itirmişəm. Onunla mübarizə aparmağım, üzümü gözümü cırmağım və yaxud da ondan yayınmağa çalışmağım, gedib spirtli içki qəbul etməyim, hansı bir şeylər heç nə dəyişmir. Burada təslim olmağım lazımdır. Qəbul etmək. Bəli. Kimsə mənim haqqımı yeyib və yeməyə çalışır. Mən burada mübarizə aparmalıyam. Bizim uşaqlara verəcəyimiz psixi sağlamlıq halı bu 3 dənə vəziyyəti hansı şəkildə idarə etməliyik, ora baxmağı öyrətməkdir. Bir sözlə reaksiyaları düzgün yerdə istifadə etmək. Düzgün yer. Bunun üçün birinci nə etməliyik? Süleyman qardaşın dediyi kimi, birinci biz özümüz doğru yerdə, doğru şəkildə reaksiya verməyi öyrənməliyik. Ki mən harda necə reaksiya verirəm? Valideyn olaraq. Valideyn olaraq. Nə qədər ədalətliyəm? Birinci növbədə. Valideynlər istəyirlər ki, uşaqlar onlara tam təslim olsunlar, amma çöldə sözlərini desinlər. Üzr istəyirəm, amma birinci üsyanı siz eləməlidirlər ki, çöldə səslərini çıxarda bilsinlər. Aha. Evdə etiraz eləyə bilmir. Etiraz eləmək o demək deyil ki, bu uşaq artıq asidir, bu uşaq artıq məsəl uşaq fikir yürütməyi və o fikrə görə qarşılıq almağı öyrənməlidir. Biz onu cəzalandırırıq, sabahsı gün fikir bildirməyəcək. Fikir bildirməyəndə də evdə bir canavar böyüyür və siz o canavar böyüyəndən sonra sonrakı halda davranışın necə olacağını bilməyəcəksiniz. Onu tanıya bilməyəcəksiniz. İkinci məsələ, biz onu örtəndə gedəcək başqa bir qruplara yeniyetməlik dövründə və orada yenə həmin qrup nə deyirsə, içki içirlərsə, siqaret çəkirlərsə, maddə qəbul edirlərsə, o nə edirlərsə, ona doğru gedəcək. Burada biz yenə kontakt itiririk. Psixi sağlamlığın əsas şərtlərindən biri sevgidirsə, digəri disiplindir. Üçüncü ayağı isə kontaktdır. Valideyn uşağı ilə hansı şəkildə kontakt saxlayır. Bayaq nümunə verdim ki, yəni 6-7 yaşa qədər belə olur, 7-dən bərabər. Bu 6-7-dən sonra valideynlər başlayır hər gün uşaqları ilə 5-10 dəqiqə günün icmalını paylaşmağa. Atadırsa oğlu ilə, anadırsa qızı ilə və arada məsəl üçün rollarını dəyişə bilər. Ata qızı ilə eləyə bilər, ana oğlu ilə eləyə bilər. Yəni burada hansı bir şey yoxdur, amma ağırlıq olaraq öz cinsinin olan valideyn olması daha faydalıdır. Murad, burada kontakt nə qədər yaxın və yaxud nə qədər uzaq olmalıdır? Hə, indi ona gəlirik ki, yəni bayaq Süleyman qardaş dedi ki, yəni həyatdakı dost kimi yox, məsəl üçün paralel şəkildə, yəni iki eyni şəxs kimi dəyərləndirmək lazımdır ki, mən səni ciddiyə alıram, bir insan kimi qarşıma qoymuşam, söhbət eləyirəm. Oradakı Süleyman qardaşın dediyi dost məsələsi və qaydada olmalı olan. Amma biz onu dost kimi şey eləyiriksə, gedirik məsəl üçün deyək ki, əylənirik, atdan düşürük, şey eləyirik, sabahsı gün o uşağın bizim ciddiyə almağımızı, bizi ciddiyə almağını gözləyirik. Bu mümkün deyil. Əgər atdan düşməli bir şeydirsə, icazə verin dostlarla eləsin bunu. Yəni uşağın hər yerində biz olmağa çalışırıq. Hər yerində biz olmağa çalışanda, sabahsı gün uşaq da bizdən normal olaraq hər şey bizdən tələb eləyəcək. Bəs bunu necə kontrol edə Murad? Bax, bir tərəfdən biz valideyn olaraq düşünürük ki, biz qoruyuruq da. Bəli, qoruyuruq. Ana da qoruyur. Çünki ata da qoruyur. Ana olaraq da bu fitrətən Allah yaratdığı bir qorumaq hissidir, bətnində qoruyub bir parçasıdır. Bəli. Ata da qoruyur, çünki mühafizəkar ailəni qorumalı və övladı nəsil nəcabətidir. Bu bir tərəfdən qoruma hissi, kontrol yəni buradan yaranır. İkinci tərəfdən də istəyirik ki, bu sağlam bir individum olsun, doğru tərbiyə alsın, başqa yerdən mənfi təsirlənməsin, amma eyni şəkildə də insanlarla qaynaşa bilsin. Yəni oturub evdə introvert bir insan olaraq, yəni heç kəslə təmassız insan olaraq da istəmirik də. Sabah böyüyəndə də hərəkət eləyə bilsin, iş görə bilsin.
Bu kontrol necə hiss eləyək? Nətər hiss eləyək valideyn olaraq? Birinci növbədə beydik. Təəssüf ki, biz kişilərə, bütün kişilərə bunu demək məcburiyyətindəyəm. Uşaq doğulanda bizdən o qədər maraqlı deyil. Yəni biz onun vecinə deyilik, atalar. Uşağa. Bayaq dediyim ki, ana ilə özünü bir görür. Ana özünü bir gördüyünə görə əsas kontakt ana ilədir. Və biz daha çox ana ilə beylikdə Süleyman qardaş da bayaq doğum məsələsini, doğumdan qabaqki məsələni dedi ki, biz daha çox ana ilə kontaktının qəşəng olmağına çalışmalıyıq. Ananı rahatlatmalıyıq. Ananın hər şeyi okey olmalıdır ki, biz artıq növbəti mərhələdə prosesə girəndə uşaqla düzgün kontakt qura bilək. O da görür ki, ana bir hissədir. Anaya göstərən qayğı elə bir ki, özünə göstərən bir qayğıdır da. Biz zaten uşağın anasına göstərdiyimiz qayğı birinci növbədə uşağa göstərdiyimiz qayğıdır. Üzr istəyirəm. Burada bir çox sadə bir formul var, bir üçbucağı var. Kişi qayğını anaya göstərirsə 80%. Ana o 80% verəcək övladlarına və ana ilə uşaqlar 80% yox 100% ilə qayıdacaq o üçbucağı bağlayacaq atara tərəf. Qaytaracaqlar. Qaytaracaq. Bunun variantı yoxdur. Onda ilk təmas olmalıdır qadından gözəl qayğı. Əlbəttə. Elə çıxır. Amma bizdə məsəl üçün atlar bir-birlərinə üstə sən eləginən, yox sən eləginən eləyəcəm onsuz da, atayam eləyirəm mən bundan onsuz da. Amma burada belə bir şey var. Mən uşaqla daha güclü təmas quram. Yox, mən üzr istəyirəm. Atanın 10 dəfə dediyi söz, ananın bir dəfə dediyi sözə bərabərdir. İndi əlbəttə ki. Uşaq ata bir bəs niyə biz ata bir Amma biz çox vaxt əksinə qəbul edirik axı. Zahirən uşaq atanın sözünü bir dəfə eşidən kimi özünü yığışdırır. Qorxu amili başqa şeydir. Amma sözün təsir etmə qüvvəsi ki var. Ana ilə bəlkə ciddiyə almır ananı. Ərk eləyir ananın üstünə qayıdır. Amma ana bir dəfə deyəndə artıq o uşağın beynində qalır. Fikir verirsiniz? Və üzr istəyirəm, nə cür demək məsələsi ki var ha. Qışqırıqla mı deyəcəksən bunu? Ya sən buna rahat. Qışqırıqla deyəndə bəzi uşaqlar artıq qışqırığa öyrəşəndən sonra reaksiya gedir sözün mənasına yox, ses tonuna. Çünki artıq ya gözləyir ki, vurulacaq, özünə qorunmaq, ses tonu, mövzu qaldı qıraqda. Ya nəsə alınacaq əlindən. Böyüklər də deyir, mən buna bu cür nə deyirəm, mən səhərdən mənə demək, niyyət nədir? Söz təsir yerinə çatsın. Düzdür, anlaşılsın. Bəli. Ona görə belə bir alimə var idi. Mən çox üzr istəyirəm Murad bəy, sözü kəsdim. Françoise Dolda. O fransız psixoanalitikadır. Uşaqlarla çalışırdı. Deyilənlərə görə indi Allahu aləm Charles de Gaulle'dan sonra ikinci tarixi şəxs idi həmin o dövrdə ki, millət ona qulaq asırdı. Ömrünün sonuna qədər bu uşaqlar barəsində, uşaqlar psixoanalizi barəsində veriliş aparırdı və 2 kitab yazıb. На стороне ребенка uşağın tərəfində, na стороне подростка, o yeniyetmənin tərəfində. Və yeniyetmədən danışırıqsa, mən orada bir şey deyirəm, amma bir qəşəng söz deyir. Yeniyetmə ilə, əgər onu qorumaq istəyirsinizsə, onu ilə dostluq bağını qırmayın. Dost olun. Yeniyetmədən söhbət gedir. Bəli. Və gözəl bir orada bir məsləhətlər verir. Və burada yenə də qayıdırıq. Necə görürsən bunu? Niyyətini necə çatdıracaqsan? Çox önəmlidir. Burada üzr istəyirəm Murad bəy. Bəli. Və buradakı məsələ hansı ki, dedikdə ata birinci növbədə qəbul etməlidir ki, mən necə ki qorunma şeyi falan və yəni deyilir ki, səhv eləmirəmsə hədisdə də, yəni qadınlar kişilərə Allahın əmanətidir, yəni bildiyim qədər. Bəli, qadınlar bizə əmanətdir. Bəli. Və bu əmanətə necə sahib çıxırıq? Yəni əmanət deyəndə, yəni ondan dedikdə mübahisəyə giririksə, ondan rəqabət aparırıqsa, onu incidiriksə, sabahçı gün Allaha necə cavab verəcəyik? İkinci tərəfdən isə, bunun ikinci tərəfi qadının Allah qatında razılığı kişinin razılığındandır. Gör necə orada bağlanır. Bir əmanətdir, biri bağlıdır. Və buradakı məsələ, yəni biz əmanət kimi yanaşmırıqsa, ikincini gözləməyimiz artıq bəli. Və ona görə və o 4 yaşa qədər bu uşaq ana ilə kontaktı nə qədər dərindirsə, münasibəti o qədər yaxşı olacaq. Və edəkdə psixologiyada belədir. Bir uşağın özünə olan münasibətini ana, dünyaya olan münasibətini ata təmsil eləyir.
Ata hər zaman xarici təmsil edir. Bəli. Və 4 yaşında nəyə görə deyirik? 4 yaşında artıq ata prosesə girməlidir. Amma necə baş verir? Artıq hamiləlik, doğuş, bunlar zaten çətin periodlar olduğuna görə və ailələr tək yaşadığına görə, sosial dəstəklər olmadığına görə hərə artıq bir növ özünə bir rol götürüb və sorğulamadan həyatın bütün sahələrdə bunu davam eləyirlər. Ata məsəl üçün baxırsan ki, uşaq 12-13 yaşı var, ata yenə 1-2 yaşındakı dövrdəki kimidir, kənardadır. Ata 4 yaşından sonra uşağın həyatına girməlidir. Fərqi yoxdur. Bu qızdır yoxsa oğlandır. Onların ehtiyacları fərqlidir. Atanın mövqeyi fərqlidir, amma hər bir halda ata prosesin içinə girməlidir. Bu dövrdə artıq ata içəri girəndə, prosesin içinə girəndə ana da bir balaca məsəl üçün deyək ki, 100% ana iləndirsə, 80% ana, 20% ata. 6 yaşında 60% ana, 40% ata. Və burada təkcə məsəl üçün bu rol bölgüsü, şeylər falan deyil. Yəni bütün sosial məsələlər, qərarlar, uşağa bunları çatdırmaq hamısı bunları əhatə eləyir. Və bunlar olduğu təqdirdə uşaq ailəni tam görür. Uşaqlar üçün ailə sadəcə anadan ibarətdir. Atalar gedirlər. Deyə bilərik ki, məsələn, ataların sosial qayğıları var, digər şeyləri var. Amma bayaq dediyim, yəni istənilən valideyn axşam və yaxud da səhər tezdən o 5-10 dəqiqə uşaqla kontakt qurmağı eləyə bilər. Bu çətin bir şey deyil. Bizim ekran saatımıza baxsaq, hər gün 5-6 saat telefonlanırıq. Yəni bunun 5-10 dəqiqəsini uşaqlara vermək məncə çox böyük bir şey deyil. Bəzən məni qınayırlar. Keçən dəfə verilişə çağırmışlar. Orada da dedilər ki, siz ancaq uşaqlar tərəfindən danışırsınız və uşaqlara nə olmalıdır ondan danışırsınız, amma ailənin vəziyyəti var. Bizim işimiz, mən həmişə uşaqların tərəfindəyəm. Uşaqlar təmsil edildiyimə görə, ona görə mənim işim burada uşaqlara lazım olanı göstərməkdir. Artıq bunu necə, harda, hansı formada eləmək ikinci məsələdir. Biz birinci növbədə hara getdiyimizi, necə getdiyimizi konkretləşdirməliyik ki, ondan sonra bilək. Bunlar varsa uşaqları psixi sağlam şəkildə böyütmək olar. Daha sonraki mərhələdə dediyim kimi uşaq məktəbə getməlidir. Ondan sonra məsəl üçün biz 9-10 yaşından sonra olan uşaqlarını mütləq ki bir idmana göndəririk terapiya ilə bərabər. Qız uşaqlar üçün mütləq bir sosial bir qrup, sosial bir fəaliyyət tapırıq ki, onların buna ehtiyacları var. Ona görə bizə lazım olan şey uşaqların ehtiyaclarını anlamaqdır. Valideyn uşaqların ehtiyacını nə qədər anlayırsa, zaten uşaq onlarla bağlı və sağlam böyüməsi üçün lazım olan bütün variantları göstərəcək. Yəni deyir ki, oğlan uşağı evdə durmur. Niyə dursun? Bu evdə dipçək kimi oturursa, bedikdə, üzr istəyirəm, küncdə dipçək kimi oturursa, aparın həkimə, göstərin bu uşaqda problem var. Fitrət pozdur elə bilirsən. Və qız uşağı səsini danışmırsa, sakit durubsa, aparın həkimə, yoxladın bu uşağı. Qız da aktiv olmalıdır onda. Qız uşaqları danışmalıdır. Oğlan uşağı lüstrdan, nə bilim, pərdədən nə eləmirsə, bunlar problem. Bizdə bunların olması, deyir ki, qız uşağı nə qədər danışır. Bunun fitrəti budur, onun fiziologiyası budur, bu danışmalıdır. Məsəl üçün, kişilər deyir ki, xanımımız çox danışır. Yəni, buradakı məsələ onun ehtiyacı ilə sənin ehtiyacın fərqli. Sən 2 saat oturub düşünməyə və analiz eləməyə ehtiyacın var. O eyni anda bir neçə şeyi danışır və bir neçə şeyi fikirləşir. Fitrət fərqi var. Yəni, burada hər iki tərəfin bunu onda значит bir sözlə bu yaradılış kimi qəbul etməliyik. Bəli, yaradılış bu şəkildədir. Və bunlar yoxdursa, mütləq ki, burada problem var və sonraki mərhələdə bunlar çıxacaq. İndi sakit oturan oğlan uşağın sabahsı gün heç nə eləmir deyə, məsuliyyət götürmür deyə çox rahat şəkildə danlaya bilirik. Bəli. Burada indi belə bir şey deyim. Sən əgər beynini və fikirlərini idarə etmirsənsə, beynin və fikirlərin səni idarə edir. Sən əgər emosiyalarına hakim deyilsənsə, emosiyalar sənə hakimdir. İndi bu ümumiyyətlə psixoloji problemlər, bunlar ümumiyyətlə depressiyalar, bunlar necə yaranır və bunların həlli barədə danışmaq istəyirik. Düz bunlar haqqında çox danışa bilərik, amma qısalaşdırsaq, bunu necə eləyərik Süleyman bəy? Qısa belə bir şeydir. Biz psixoloji travmadan danışırıqsa, bizdə iki məfhum var. Kiçik T, kiçik travma və böyük T, böyük travma. Təsəvvür edirsiniz ki, insan müqəddəs kitablardan da götürsək, 2 cisimdən bərabərdir, ibarətdir. Biri bu cisimdir, deyir, xəlq etdim insan bədəni torpaqdan, torpağa da çıxıb gedəcək. Bu cisimdə nəsə bir yeri olanda cızıq və s. biz onu görürük, üstünə bir məlhəm çəkirik və s. Gedməyənə qədər üstündədir gözümüz. Və güclü travmaları var, Allah göstərməsin. İkinci hissə nə dedik? Cisim. Biri cisim, ora gedəcəm. Hələ bədəndən deyirəm. Bədəndə nə olursa, cızıq olsa və yaxud güllə yarası olsa, fərqlidir. Biz ona uyğun olaraq bir cızıq, kiçik T deyək, güllə yarası böyük T deyək, böyük travma deyək. Və bizdə can var. Ki biz o ilə inşallah ki cavab verəcəyik. Can ruh da belə deyək, can ruh. Ruh başqa şeydir. Aha. Ruh haqqında Quranda buyurub ki,
Və izə səlu anir-ruh, sənə ruh haqqında sorsalar, qul həzə min əmri rabbi. O Allahın əmridir, yəni Allahın Az işidir. bilinir. Biz az bilirik. Mən bu sizə aləmi. bunun haqqında çox az məlumat. Bəli. O ruh başqa bir şeydir. Bəli. Ora ki biz müdaxilə etmirik. Burada başqa bir şey var. Və xalaqnakum min nəfsin vahidə deyir Quranda və biz sizi bir nəfsdən yaratdıq. Bəli. Nəfs bizim dilimizdə can deməkdir. Biz sizin hamınızı bir candan yaratdıq. Bəli. O can ki, o psixoloq buna daxili mən deyirlər. Kimsə ego deyir və s. Bizim öz sözümüz var bunda, türk sözümüz var. O can. Sən mənim canımsan, yəni sən mənim özümsən. Bu can dediyimiz nəfslərimiz, hisslərimiz və s. əhatə Bizim edir. mental bir bədənimizdir, belə hesab edirik. Onun da kiçik t cızıqları olur. Misal üçün, uşaq anın yanına getdi, nəsə düzəldib, gör mən bunu necə eləmişəm? Hə, yaxşı oldu. Fikir vermədi. Yəni bir qiymətdən saldı onu, belə Gözdən fikir saldı, vermədi. bəli. Və yaxud nəsə, buna bax, filan şey biraz aşağıladı uşağı. Bir dəfə olsa problem deyil. Bu cızıqdır, keçib gedər inşallah. Amma bu mütəmadi olanda, Travma. hər dəfə buna deyəndə ki, sən filan kəssən, sən filansan, bu artıq o eyni yerdən cızsaq biz nə olur o? Yarıya dönür əməlli. Xalqın uşağı və s. və ilaxır. Qiyas məsəl üçün müqayisə etmədən Bəli. söhbət edirik və s. O hamısı İslamda zaten haramdır qiyas. Qiyas haramdır. Filan kəs belə, filan kəsdə belə, məndə filan. Naşükürlük aparır da bir növ. Bu hardasa aparır, paxıllığa da çıxardır, naşükürlüyə də çıxardır, bəli. həsədə də qeyib çıxardacaq və s. O başqa mövzu. Burada bizim mental da kiçik temiz var və böyük temiz var. Birindən soruşurlar ki, sən Jungdan soruşurlar. Deyirlər ki, məsələ insan varmı ki, bəs travması yoxdur? Dedi, atanavuz olub? Deyir, bəli, inşallah ki, travma da var. Mənə bir sağlam insan göstərin, mən onu sağaldım. Ya travmasız olan insan yoxdur, amma bu deməkdir ki, biz hər şeyi sağalmalıyıq. Yox. Bizi narahat edib və yaxud narahat etməyən travmalarımız var. Bəli. Əgər bizi narahat edən travmamız varsa, biz ondan qurtulmağa çalışmalıyıq. Bu bir mənalıdır. Bəli. Tamam? Üzrə suala bir balaca qayıtsaq, sual, yəni psixoloji problemlər, depressiyalar necə yaranır və həlli yolu? Və travma o şeydir ki, üzr istəyirəm, biz böyük travmadan danışırıq. Hər bir hadisə, hansı bir məlumat mənim beynimə girirsə, ki, mənim həyatıma, mənim canıma necə yansır? Ölüm təhlükəsini və yaxud mənim canıma çox yaxın olan insana və yaxud varlığa bir bitmə mənasını verəsi bir məlumat gəlirsə, o mənə artıq psixoloji travma yaradır. Bəli. Bu güclü travmalardan gedir. Bəli. Çünki insanın fitrətindən danışırıqsa, insan ictimai bir məxluqdur. Tək yaşamaq üçün deyil. Bəli. Və biz hər nə ediriksə, doğuluşdan ta ölənə qədər nə üçün eləyirik? Freud deyirdi ki, insan narahatçılıqdan həzzə qaçır. Amma burada daha bir dərində bir fikir var. İnsan qəbul olunmaq istəyir ki, onu qəbul etsinlər cəmiyyətdə. İstər ailə olsun, istər dost-tanışlar olsun, istər mən orada qəbul olunmaq istəyirəm. Bir, insan qəbul olduğu bir yerdə hökm etməyə meyllidir. İdarə etmək, bəli. Hə, ki mən güclüyəm deyə, mən sübut etmək istəyir özünü. Bəli. Bu bir iki dənə şey var da. Bu məsələlər əgər normal keçirsə bunda, bu mərhələlər, orada travma olmayacaq. Yoxsa bu məsələlərdə naqislik varsa, orada travma olacaq. Sadəcə yenə deyirəm, bu balaca ya böyüdən söhbət gedir və qurtulmaq lazımdır. Biri böcəkdən qorxur, panik qorxur ha. Amma onu buna rahat eləmir. Yəni şəhərdə deyib böcək zad falan yox. Biri bax tikib özünə, istəyir orada yaşasın. O böcək olar ki, qorxur, panik atakdan çıxır. Panik atak yox, güclü bir həyəcandan çıxır, qaçır oradan və deyir məni narahat eləyir. Bu panik atak deyirik. O nədir? Ümumi qısa desək. Qısaca ölüm qorxusu. Aha. Hə, o deyir panik atak Qısaca oldu. Qorxdum ki, hə, başa düşdüm. Lakin təşviş pozuntusu var, panik atak var. Təşviş pozuntusu? Təşviş pozuntusu. Çox güclü bir həyəcan gəlir insana. Bunların göstəriciləri də çox yaxındır bir-birinə. Amma fərqli şeylərdir. Fərqli şeylərdir. Birində çox həyəcan keçirir. Sadəcə həyəcan keçirir, sakitləşmək istəyir. Bu hansındadır? O birisində bu təşviş pozuntusu. O birisində isə panik atak, necə eyni şeylər, ya da bu soyuq tər basır bunu, titrət deyə bilər. Ürək döyüntüsü çox ağır. Ürək döyüntüsü. Amma burada bir dənə amil var. Deyir sanki indi öləcəm. O panik atakdır. Hə. Aha. Bu bəs nədən yaranır? Belə deyək. Bunun psixoloji var tərəfi bir yoxsa? misal çəkə bilərəm sizə. Buyurun.
Misal üçün bir kəsin atası mütəmadi olaraq halı pisləşir, xəstədir. Zəng vururlar ki, atanın panik problemi var, gəl. Bu artıq o qədər gedib ora və təcili yardım çağırırlar və s. Hər şey düzəlir də. Və bir gün zəng vururlar ki, gəl gedən bəs filandır. Bu da gedir ora, qapını açanda görür ki, atası yerdə, ağzından köpük və s. artıq ölüb. Gözlənti nə oldu burada? Gözlənti bir şey idi. Sağolacaq. Ölüm. Yəni yaxın olmadan. Yox, əvvəlki gözlənti odur ki, keçəcək. Hə, keçəcək. Bəli. Amma gözlənti uyğun gəlmədi. O fəcətən, o gözüm görünmədən də qəflətən. Bəli, qəflətən belə bir xəbər beyin bunu qəbul eləyir, amma həzm edə bilmir. Şok olur da. Və neyron şəbəkəsində bu məlumat qəbul olunur, həzm olunmur. Və qalır bizim o psixoloji sistemimizdə. Ən yaxınım qəflətən öldü. Yəni hər şey belə qəflətən gedə bilər kimi düşüncə qalır misal üçün şuuraltıda və vaxtaş dərhal olmur o. Üstündən 6 ay da keçə bilər. Üstündən bir il də keçə bilər və bunda başlanır panik ataklar. O tətiklənir. Ki mən də elə gedə bilərəm. Hə. Bəzi insanlarda panik ataklar müəyyən bir qıcıqlara bağlı olur. Misal üçün axşam vaxtı olur ancaq. Ya ancaq evində olur, ya ancaq qapalı yerlərdə olur. Metro, misal üçün avtobusda, taksi, hətta taksidə. Tamam? Hə. Baxır nə cür travma. Onda elə bil ki, o bir itki bir olub, o itki elə bil ki, sən onu özünlə bağlayırsan ki, mənim başıma gələ bilər. Amma səbəblərə baxmırsan da. 3 hal ola bilər olsun. Mənə aid nə isə ola bilər olsun. Baş verib əvvəl keçmişdə. Nə isə baş verdi, amma sağ qaldım. Deyək ki, özümdən getdim məsələn. Mənim əzizimlə nə isə oldu. Və yaxud kimlənsə nə isə oldu, mən onu elə içimdən keçirtdim ki, projection edirəm hopdu qaldı. Bəli. Özümə projection edirəm ki, mənim hopdu qaldı mənim içimdə, mən onu artıq özümə tətbiq eləyirəm. Maraqlıdır. Çox maraqlıdır. Bəs bunlarla müalicədən nə deyə bilərik? Bu hallarla müalicələrdən qısa olaraq. Qısa olaraq deyəndə ki, gəlin bizə. Müraciət edin. Cürəbəcə yox, əslində belə heç vaxt elə şey demirəm. Yəni istəyən gəlir, istəyən gəlmir. Çünki terapevtik ünsiyyətdə belə bir şey var. Tək mən bacarıram deyirəsi belə bir şey yoxdur. Cürbəcür məktəblər var, uzun müddətli terapiyalar var. Mən məsəl üçün qısa müddətli terapiyalarla məşğul oluram. İstər EMDR olsun, IMDT olsun, flash olsun. Ən müasir metodlardır. Çünki cəmaətin indi vaxtı yoxdur. Uzun müddətli belə gəlmək, həm imkan məsələsi və s. Və burada başqa bir aspekt də var. Ola bilər kimsə gəlsin mənimlə terapiyaya, mən onun şəxsən xoşuna gəlmir və yaxud xoşuna gəlir. Bu amillər də çox önəmlidir orada. Ümumiyyətlə bu terapevtik metodlarla çox rahat bir şəkildə həll olunur. Bəs insan deyək ki, bunu özü-özlüyündə yox. Özü-özünə bunu eləyə bilməz. Necə ki mən hərdən gələdilər ki, "Zəman müəllim, siz necə xoşbəxt adamsınız." Dalsın gözə. Bu qədər şey bilirsiniz, sizdə 100% problem yoxdur. Dedim, Allah. Bu nə gözəl bir şey olardı bu. Mən yox, azından özünüzə eləyəcəksiniz, keçib gedəcək. Dedim, vallahi bacarmıram. Heç özünüzə doğrudan real yox. Bəli. Yox. Biz terapiya almalıyıq. Hətta məsələn mən hal-hazırda onda siz psixoloq gedirsiniz, elə başa düşürsünüz. Mənim öz psixoterapevtim var. Mənim də. Come on guys, olmadı ki, ben bunu diş həkimi öz dişini necə düzəldə bilər? Doğru. Apendisiti olan məsəl cərrah özünə necə orada indi fizioloji məsələlər var da. Burada amma psixoloji məsələlər daha çətindir. Ola birdən burada bir şey deyim. İnsan terapiyada oturanda elə bir hala düşür ki, biz ona yüngül trans deyirik. Hipnoz deyil. Bəli. Yüngül trans. Sanki bir növ o deyir, o fikrə getdi. Amma o fikrə harasa getmir, o özünə gedir. Özü ilə qalır. O halda o ilə danışanda o öz daxilində müəyyən şeyləri özünə yönəlir, həll eləyə bilir. Orada o özü üçün analiz etmir. Onu mən yönəltməyə başlayıram harca suallarımla və yaxud misal üçün nəsə bir müdaxilələrlə və s. Yox, o özü təklikdə qalanda onun iki ixtiyarı var. Ya analiz kontrolü saxlayacaq, ya orada olacaq, içəridə olacaq. İkisini bir yerdə mümkün deyil eləsin insan.
Başa düşdüm. İndi bu məsələlər çox indi aktualdır. Gedirlər yanına, o deyirlər hipnoz halına salır. İndi siz daha yaxşı bilərsiniz. Və burada mənfi hallar da baş verir bəzən. Hipnoza salır və istədiyi bir ona komandanı verir, belə deyək. İstədiyi şəkildə idarə edir. Deyir orada nəsə sıfırlanır beyində. Deyək ki, problem var. Problemi həll etmək üçün psixologiya salır. İndi mən səhvsəm düzəldəsiniz. Onu sıfırlayandan sonra təmiz bir yaddaşdır. Deyir ona nə komanda versən, deyirsən ki, get özünü atacaq özünü bir anadan. Olar mən biraz aydınlıq gətirim. Bəli. Və hipnozun müdafiəsinə biraz durum. Belə bir şey varmı? Bir balaca. Təqribi. Baxın. Birincisi hipnozda bildiyimə qədər yayılan hipnozlardan söhbət. Bir neçə növ hipnozlar var. Orada istədiyi komandanı sənə versin və sən gedib onun istədiyini eləyəsiz, dilərsiz. Bu ancaq filmlərdədir. Aha. Tamam. İndi bizdə olan məlumata görə Hindistanda olan bir hipnoz var. 12 mərhələli hipnoz. Onu heç demək olar ki, heç kim buna öyrənmir, bilmir və Avropada bu yayılmayıb və s. Hipnozda insan hər şeyi eşidir, hər şeyi görür. Kontroldasan yəni. Kontrolda nisbi kontroldasan. Yəni bədən tərpənə bilməsə də beyin tam kontroldadır, eşidir, insanların gülməyini də eşidir və s. və özü haldan çıxa bilirmi bu sual maraqlıdır? Dəqiq bunun haqqında məlumatım olmayacaq, amma gördüyümə görə yox, orada kontrol altındadır. Amma bir şey var. İstəmədiyi şeyi sizə deməyəcək. İxtiyarı var значит. Yəni nisbi ixtiyar. Yəni bədən tərpənməsə də, yəni gördüyümdən danışıram. İndi bunu daha çox hipnoz mütəxəssisləri deyə bilər. Bəli. Amma gördüyümdən mən hər şeyi təcrübədən keçirməsəm dincələn bir insan deyirəm. Əgər mən hipnoz halına düşməyə hazır deyiləmsə, daxilən. Bəli. Okay. Mən istəmirəm deməyənə yox. Daxilən buna hazır deyirəmsə bu alınmayacaq. Mən hansı məlumatı sizə vermək istəmirəmsə, hipnoz halını siz məndən götürə bilməyəcəksiniz. Başa düşdüm. Başa düşdüm. İndi çox maraqlıdır, amma indi biz bitirməliyik. Ona görə Murad, psixoloji problemlər, depressiya necə yaranır və həll yolları qısa olaraq uşaqlarda. Mən uşaqlar hissəsinə gedəcəm. Bəli. Və Süleyman qardaş çox qəşəng bir nümunə verdi. Bir dəfə gətirir nəyisə göstərir və valideyn məşğuldur. Və növbəti dəfələrdə valideyn məşğul olmağa davam eləyəndə artıq mən önəmli bir yerəyəm. Bizim dedikdə ictimai varlıq olaraq bizim əsas istəyimiz və arzumuz hər kəs bizə baxsın. Bu egosentrik bayaq dediyim dünyanın mərkəzində mənəm. Onun ictimailəşmiş və biraz mədəniləşmiş versiyasıdır əslində. Ki hamı mənə baxsın, diqqət göstərsin. Niyə? Çünki mənim buna ehtiyacım var. Yəni kişilərin bu qədər bildikdə qoruyucu olmağı falan. Mən kişiyəm, o şeyi təsdiqlədim. Yəni məni kişi kimi qəbul elədilər. Yəni mən okeyəm burada. Mən burada doğru yerdəyəm mesajını alır və biz orada okey. Və eyni zamanda uşaqlar üçün də bu çox önəmlidir ki, sən mənim övladım olaraq mənim üçün əzizsən, sevirəm və mən səni qəbul edirəm. Buradakı məsələ müqayisə nəyə görə, qiyas nəyə görə olmaz? Burada bir nümunə var. Məsələn, başqa bir uşaq göstərir. Deyək ki, Murada göstərirlər Məhəmmədi. Məhəmmədi göstərirlər. Məhəmmədin bəzi şeyləri yaxşıdır. Bu yaxşı olan şeyləri valideyn göstərir ki, bax Məhəmməd filan şeyləri yaxşı eləyir. Amma Məhəmmədin pis şeyləri də var. Sabahsı gün Murad Məhəmmədə baxır və o pis şeyləri də götürür. Niyə? Çünki anası deyib ki, Məhəmməd yaxşıdır və bütün hər şeyi kopyalayır. Sonra Məhəmmədin pis davranışlarını göstərəndə deyir ki, sən Məhəmmədin o davranışlarına niyə baxırsan? O bir tərəfinə bax da. Sən Süleymanın bu tərəflərinə bax. Sonra uşaq başlayır hamını gəzməyə belə. Nə özünü tanımır, nə resurslarını öyrənmir, nə şeyləri nə bacarır, nə bacarmır, onu bilmir. Və eyni zamanda valideynə burada ikinci bir aqressiya formalaşır ki, yəni mən burada dura-dura, mənim şəxsiyyətim, mənim xarakteri xüsusiyyətlərim, mənim individuallığım dura-dura, sən Süleymana, Məhəmmədə, Əhmədə baxırsan. Yəni mən buradayam, mənim yaxşı şeylərim də var, pis şeylərim də var. Sən ancaq başqalarına baxırsan. Buradakı məsələ valideynlərə ən böyük bədəkdə uşaqları ondan uzaqlaşdırmaq istəyirlərsə, yəni uşaqların onlara verdikdə nifrət eləməyə, ən azından məsafəli olmağını istəyirlərsə, onları müqayisə eləsinlər. Və ikinci məsələ hansı ki, uşaq üçün ən önəmli məsələlərdən biri nə isə bacarmaqdır. Biz insanlar, yəni qəbul eləyək ki, oturduğumuz yerdə xoşbəxt olan canlılar deyilik.
Sinan Candan çox qəşəng bir söz var. Deyir, insan oğlu deyir, qarnı tox olanda problem axtaran yeganə canlıdır. Ona görə yəni burada biz mütləq ki, artıq o düşünmə halına keçirik. Okay, hər şey qaydasında. Bizim yəni hədəflərimiz bitmir də, belə deyək. Bəli, yəni məmnun və üstəlik də bizim beynimiz hər hədəfə çatanda bunu normallaşdırmaq məcburiyyətindədir. Çünki adiləşir. Sonra məsəl üçün biz xanımlar, bəylər deyirik ki, evləndə sən belə deyildin. Eyfariyadaydısa mən dövrdə və hər şey qəşəng görünürdü. Oradakı məsələ birləşmək idi. Artıq birləşəndən sonra, o birləşmə aktı baş verəndən sonra artıq hər kəs çəkilir individuallığına və artıq onun qəbul olmasını istəyir. Və bu dövrdə, yəni sən dəyişdin yox, sən onu tanımağa başladın. Buradakı məsələ. Əvvəl amma adaptasiya edirdik. Adaptasiya dövründə. Məsəl üçün biz yeni bir mühitə gedəndə kostyumumuz belə məsafə gedirik, şey eləyirik. Amma dostlarımızla gedəndə necəsən Süleyman məsəl üçün gəlirik, görüşürük, şey eləyirik. Səninlə bağlı hansısa bir məsələni bilirəm, onu soruşuram, sən məndən soruşursan. Niyə? Çünki artıq bir aşinalıq var burada. Tarixçəmiz var. Tarixçəmiz var. Ona görə artıq yəni orada ola bilməz. Yəni ona görə burada münasibətlər məsələsində, yəni biz anında beynimiz alır. Məsəl üçün universitetə girəndə hamımız deyirdik ki, universitetə girəcəyik, həyat mənim olacaq. Gedirəm semestr imtahanları görürəm ki, bu nədir? Mən bunun üçün oxuyurdum, bu qədər bunun üçün əziyyət çəkmişdim. Onda elə anlayaq ki, həmin o münasibətlərdə, artıq bir yerdə yaşayanda onlar anlasınlar ki, əvvəl o euforiya dövrü idi, indi daha çox tanımağa başlayır. Əvvəl tam tanımadığımız üçün fərqli gəlir və bunu normal qəbul etsin. Fərqliliklər normal qəbul etsin. Fərqliliklər normal qəbul və normal qəbul edə bilmirsə də bunu mütləq ki, danışmalıdır bir-birlərinə. Müzakirə etməlidir. Və məsəl üçün araşdırmalar göstərir ki, məsələn, adi evlilikdə, ən böyük beylikdə statistikaya tabe olan yeganə birlikdəlik, əməkdaşlıq evlilikdir. Bəli. Məsəl üçün işdən çıxmağın statistikasını hesablaya bilməsən, çünki sektorlar fərqlidir. Bəli. Uşaq evdən niyə çıxır? Onun şeyin statistikası. Amma bu rəsmi proses olduğuna görə bunun statistikası var. Araşdırma göstərir ki, əsas məsələlərdən biri ifadə olunmamış gözləntilərdir. Xanımın bəydən bir gözləntisi var, bunu dilə gətirmir, istəyir ki, o başa düşsün. Kişi də düşünür ki, mən işdən yorğun gəlmişəm, xanım məni başa düşmədi. Amma bunu hər iki tərəf başa düşmədi. Onda ünsiyyət məsələsi. Ünsiyyət bayaq 3 dənə məsələ demək ki, məsəl üçün uşaqlarla bağlı. Eyni şəkildə burada da keçərlidir ki, ünsiyyət önəmli məsələdir ki, biz hər şeyi başa düşmək məcburiyyətindəyik ki, qarşı tərəf nə bilir. Xanımlar da eyni şəkildə bizim daxilimizdə nə baş verdiyini, dünya beynimin içində neçə dənə problem fikirləşdiyini bilmələri lazımdır ki, səni anlaya bilsinlər. Sən hər hansı bir məlumat verməmisən və gözləyirsən ki, bəzən də qadın deyir ki, sən məni anlamırsan. Amma halbuki o tərəfdən görünmür, başa düşmür. Bəyin dediyi mövzu var ha, o mütəmadi olsa, insan travma alır. Bir var məni üzr istəyirəm, xanımın başı yaxud ərim belə deyək də, xanımlar üstünə çox getmir. Ərim məndə başa düşmür. Bir dəfə başa düşmür, 2 dəfə üstündən keçir, 3, 4, 1 ay, 1 il, artıq əsəb, başlayır uşaqların üstünə təsir. Və sonra da bu artıq bezir, bir pis hala düşür, depressiv halda düşür. Artıq travmasını alır. Cızıqlar çoxaldı məsələsi. Bəli. Amma bunlar elə ki başlayırlar əgər o problemə çatmamışdan öncə bunlar ünsiyyət qurmağa başlayırlarsa, sözsüz ki, artıq bir-birini anlamağa başlayırlar. Bəli. Ki bu necə anlayır, bu necə başa düşür, görürmü, görmürmü? Bəzən heç görmür. Dediyimiz o məsələ gəldi. Başqa dillərdə danışırıq. Bəli. Başqa dillərdə də qadınlar çox vaxt burada rəmzlərlə danışa bilir və deyir ki, ayda mən bunu elədim, bunu görə bilmir. Kişi daha çox əmrə meyllidir. Kişiyə dəqiq lazımdır. Demək ki, get bax bunu al. Get çörək al. Get çörək al, istədiyini alacaq. Get təndir çörəyi al, o başqa. Get kartof al. Alırsan, bu qızartmaq üçün deyil, bu duxovka üçün deyil. Konkret deməli idi. Deyəydim. Burada anla, kiçik şeylərdir. Ünsiyyətdir də hamısı. Çox gözəl. Yəni burada bir şey də əlavə eləyim. Buradakı məsələ bu ünsiyyətləri biz, yəni uşaqlarla da eyni şəkildə onların ehtiyaclarına uyğun bayaq nümunə verdim ki, yəni mən uşağıma 32 yaşında birinə verirmiş kimi məlumatı yox, onun yaşına uyğun onu verməyim lazımdır. Və bunlar olduğu təqdirdə, yəni ailədəki harmoniya deyək də daha yaxşı şəkildə qurula bilər. Ona görə birinci növbədə istənilən halda, istənilən yerdə, bu iş mühitində, ailə mühitində, məktəb mühitində istənilən halda bizim kimləsə problemimiz varsa, bunu mütləq danışmalıyıq. Süleymanın məndən problemi var. Burada 3 dənə variant var. Bayaqki nümunə ilə yenə. Süleyman gəlir mənim boğazıma oturur ki, sən mənə falan şey dedin, mən xoşuma gəlmədi o. Bu bir aqressiyadır. İkinci məsələ, Süleyman buradan durub çıxır gedir, Muradın üzünə gəlir və yaxud deyir ki, içində saxlayır. İndən sonra Murad dəftərini bağladım, nömrəsini də sildim. Muradın bundan xəbəri yoxdur. Üçüncü məsələ, Süleyman Muradı kənara çəkir. Çünki orada başqa insanlar var. Mənim falan məsələlərlə bağlı
narahatlığım var. Bunu səndən danışmaq istəyirəm. Bəlkə mən səhv bilirəm, bəlkə sən səhv eləyirsən. Bunu aydınlaşdırmağımız lazım. Bu aydınlaşmayan şeylər sonrakı halda böyüyür və Böyük artıq travmalar böyük şeylərə gətirib çıxarır. Ona görə mütləq şəkildə edilə biləcək əsas şeylərdən biri ünsiyyət, ikincisi də ünsiyyətdir. Mənə görə üçüncüsü də ünsiyyətdir. Gözəl, super. Ümumiyyətlə biz beynimizi düz fikirlərlə yükləməliyik. Belə bir sual olunur ki, qaranlıq otaqda olan qara canavar və ağ otaqda olan ağ canavar, yəni onları saxlayırlar. Bunlardan hansı sağ çıxacaq? Sual cavabı odur ki, hansını ki yedirirsən. Fikirlər də canavarlar kimidir. Hansını yedirirsənsə, pozitivləri, pozitiv düşüncələri yedirirsənsə, onlar sağ qalacaq. Neqativləri düşünəcəksən və bunlar da sabah travmaya keçə bilər. Mən hamınıza doğrudan təşəkkür bildirirəm. Bu mövzu çox genişdir. Qısa nəsə varsa bildirin. Yox, bir Quran ayəsi var. Onu buyurun. bitirmək istərdim ümumiyyətlə. O bizdə terapiyada belə bir şey var ki, məcburi kimisə göndərirlərsə travmasını yığışdırsın, bunun xeyri yoxdur da. İnsan gərək özü istəsin. Quranda belə bir ayə var ki, insan özü istəməyincə mən onu dəyişdirməyəcəm. Allah onların halını dəyişməz, onlar dəyişmədik. Bəli, həmin o Quran ayəsinə istinad edərək mən çox paralellər keçirdirəm həmişə bu Quran ayələridir, sonra atalar sözləridir və s. və terapevtik ünsiyyətlə bağlı. Bu həqiqətən düzgündür. İnsanlar bu deyirsiz qara canavar, ağ canavar. Məyər ağ canavarı yedizdirmək istəyəcəmsə, artıq Allah Təala mənə bunu istəmirdin. Kulli a'mal bin niyyət. Bütün əməllər niyyətə bağlıdır. Buyur. Yox, mən ağı yox, qaranı istəyirəmsə, o da ixtiyar. Bizi fail muxtar yaradıb. Yəni biz fail yəni o feili edən, icra edən, muxtar da ki seçə bilən. Nə seçirsənsə, orada feil ona asanlaşdırılır, bəli. Allah asanlaşdırır. Minnətdaram sizə. Allah sizdən razı olsun. Düşünürəm çox faydalı, gözəl söhbət oldu. Növbəti podkastlarda görüşəndək. Assalamu alaykum və rahmetullahi və bərəkətuh. Çox sağ olun.